işləməyən var testləri? Mən işləmişim. Tamam. Vəfa müəllimə işləmisiniz? Vəfa müəllimə. Mən işlədim. Mən işləmişəm, bəli. Afət müəllimə, Sevil müəllimə. Müəllimə işləmişəm. Bəli, mən işləmişəm. Çox gözəl. Fuad müəllim, işləmisiniz testi? Mən işləmişəm, bir-iki sual var. Tamam. Digər müəllimlərdə suallar çoxdur, yoxsa necə? Müəllimə, məndə sual demək olar yoxdur. Özüm öz səhvlərimin üzərində işlədim, baxdım. Sadəcə iki dənə sualım var ki, məsəl üçün, niyə o variant? Bax belə, iki dənə elə sualım var. Başqa, yəni öz səhvlərimi özüm gördüm. Tamam. Qəşəng bir səhv eləmişim. O zaman gəlin belə də. Gəlin biz mövzumuzu keçək, bu mövzunu, bugünkü mövzularımızı keçək, yekunlaşaq. Onları saxlayaq axıra, bugünün sonu üçün vaxtımız, zamanımız əgər çox qalarsa, nə gözəl, bugün baxacaq, olmasa bazar günü onlara baxacaq. Müəllimə, bunların cavabları hardadır? Kitabın arxasında yoxdur. Kitabın arxasında yoxdur. Özündə var idi, arxasında. Və saytın arxasında olmalıdır. Testin arxasında olmalıdır. Mən yoxlamatdığı testin arxasında var idi. Başa düşdüm, çox sağ olun. Müəllimə, bir şey soruşum sizdən. Bax, məsələn, məndə çoxu nə idi? 3 dənə sualdır. Məsələn, 1-ə A, 2-yə B, elə ki, 3-cündə bir dənəsində belə səhv eləmişdim. Belə olanda orada müəyyən bal verilir, yoxsa elə variant səhv gedir? Sertifikasiyada. Yox, sertifikasiyada səhv düzü aparmır. Amma miqdə artıq keçən ildə səhv düzü aparır. Sizdə isə belə bir şey yox. Səhvdirsə artıq o götürülmür sadəcə. Sadəcə, yəni o 2 dənə düz yazmışsan, bal verilmir də, test kimi gedir yəqin. Hə, seçimləri deyirsiniz. Hə, seçimin misal üçün orada 3-ü seçilməlidir, ikisini seçmisinizsə, seçimli testlərdən. Keçən ilə qədər bu elə səhv kimi götürülürdü. İndi yeni nələrsə, əgər əlavələr olubsa, hələ ki vaxt heç bir informasiya yoxdur. İndi rəsmi açıqlama yoxdur. Çox sağ olun. Buyurun. O zaman davam edək, yoldaşlar. Deməli, biz sizinlə birinci və ikinci mövzunu bitirdik və keçirik üçüncü mövzumuza. Bu günlərdə inşallah 3 və 4-cü mövzuları keçəcəyik. Bunlar da hansılar? Yenə də proqramımızı qoyaq ekrana. Yəni, sizlərin də informasiyası, məlumat olsun ki, biz nələrin üzərində işləyirik. Müəlliməm. Buyurun. Mənim bir-iki dənə sualım var. Onları verim, sonra üzrlü səbəbdən çıxmaq məcburiyyətində videoya baxaram. Sonra bazar günü inşallah. Olar. Məndə ikinci sualdan 7-ci sual qalır. Nəsə onlar yazmamışam. Bir dəqiqə, onda qoy mən ekranı paylaşım, gətirim ekrana. Cəmi 2 dənə sualdadır. Problem. 2 dənə oldu, bir də 25-ci sualda o müəllimə bayaq dedi, niyə də yox o variant. Tamam, ekranı bir dəqiqə mən paylaşım. Deməli, ikinci sual dedi, sonra hansı sual? İkinci sualdı, 7-ci sualdı mı? Aha. Bir də 25. 2, 7, 25. Yaxşı, o zaman belə deyək də, digər yoldaşların da o zaman düşünürəm o qədər də çox olmaz, yəqin ki. Yenə də baxaq. O zaman elə bir yolluq baxaq testlərə, testləri təhlil edək, ondan sonra davam edək. Deməli, ikincidə nə deyir? Uyğunluğu müəyyən edin. Kimsə burada özü təhlil etmək istəyir? Mən edə bilərəm. Buyurun. Niyəsini açıqlayacaqsınız. Deməli, deyik ki, uyğunluğu müəyyən edin. Birinci deyik ki, təhsil formaları. Təhsil formaları biz bilirdik ki, formal, informal, bir də qeyri-formal idi də. Deməli, birincidə deyik ki, özünü təhsil
şagirdlərə yiyələnməkdir. Bu informaldır, demək təhsil formasıdır. B. Tədris vaxtı müəllimlə şagirdin bir məkanda olmasını gərəkdirməyən bir prosesdir. Bu distant təhsildir, yəni təhsil alma formasıdır. İkinciyə aiddir. C. Sonda dövlət sənədinin verilməsi ilə başa çatmır. Deməli, bu qeyri-formal təhsil formasıdır. Bəli, diplom sertifikatı içinə verilmir dövlət tərəfindən. Deməli, AC birincisinə aiddir. B ikincisinə aid idi. Sonra D. Fiziki qüsurundan dolayı məktəbə gələ bilməyən şagirdlər üçün təşkil olunan təhsildir. Bu, deməli, evdə təhsil alma formasıdır. Təhsil alma formasıdır. Y. İbtidai təhsil səviyyəsinin vaxtından əvvəl bitirməyin mümkünlüyünü təmin edir. Bu da sərbəst təhsil alma formasıdır. Sərbəst, bunun digər adı necədir? Eksternat. Sağ olun, eksternat. Deməli, Fuad müəllim, Cəmilə müəllimənin də izah etdiyi kimi biz iki cür forma ilə tanış olub. Bir dedik təhsilin formasıdır, bir də var təhsil alma. Yəni, mən necə təhsil almışam, ikincini öz üzərimizə çəkirdik. Təhsil formaları hansılar idi? Formal, qeyri-formal və informal. Formal nə idi Fuad müəllim? Formal o idi ki, dövlət tərəfindən dövlət sənədi verilir. Qeyri-formal nə idi? Başqa hansısa bir kurslarda, digər bir yerlərdə təlimlərdən keçir, belə deyək də, təhsil alır. Amma bu qeyri-formaldır. Yəni, həmin qurumlar, həmin müəssisələr dövlət sənədi vermir. Amma yenə də təhsil formasıdır, qeyri-formal. Bir də var, informal. Informal da nə idi? Özü təhsilləndirir. Məsələn, YouTube-da baxıram, ensiklopediyalarda baxıram, test kitablara özümü təkmilləşdirirəm, özümü təhsilləndirirəm. Demək, bu baxımdan təhsil formaları 3 idi. Təhsil alma formaları deyildi. Artıq bu prosesi öz üzərimizə çək. Təhsil alma, mən necə təhsil almışam? Ya əyani, ya qiyabi, ya distant, ya da eksternat. Demək, təhsil alma 4 idi. Əyani, qiyabi, distant və eksternat və yaxud da sərbəst. Sərbəst deyil, eksternat deyil, sərbəst. İkisi yəni bir arada bir demək kəlmədir, birinə aiddir. Bəli. Və burada da deyirdi ki, birincidə deyir A-da özünü təhsil yolu ilə biliklərə yiyələnmək. Özünü təhsil yolu deyirsə, demək söhbət hansından gedir? Buradasınız Fuad müəllim? Bəli. Mən özümü təhsilləndirirdim, YouTube-dan filan baxıb. Bu Formal. İnformal. İnformal da nəyə aid idi? Təhsil almaq yoxsa təhsilin formasıdır? Təhsil almaq. Yox, təhsil alma 4-dür. Əyani, qiyabi, distant, eksternat. Təhsilin formasıdır. Çünki bu, demək, dediyimiz kimi, formal, qeyri-formal, informal. Bax, bu informaldır. Və informalda təhsilin formasıdır. Bax, siz özünüzdə testlərin qarşısına qələminizi götürün. Bax, burada yazın. Misal üçün, təhsil forması. Hər dəfə, o da sizin üçün bir, belə deyim də, yaddaş olacaq. Misal üçün, burada yazdınız formal. Sonra yazdınız informal, qeyri-formal, informal, qabağında yazdınız. Təhsil alma formasında qabağında yazım oları ki, gözünüzün qarşısında olsun. Sonra burada tutalım ki, yazdınız özünü təhsil. Bax, burada bir dənə balaca bir ox götürün. Həmişə testlərdə karandaşlarla özünüz üçün təhlillər aparın. Bu sizin üçün çox möhtəşəm bir şey olacaqdır. İmtahandan da bir gün öncə, 2 gün öncə götürüb elə bu izahlarınıza, bu qeydlərinizə baxsa sizin bəsinizdir. Burada deyir A-da özünü təhsil deyirsə, tez qabağına yazırsınız bunun nə? Informal. Bu getdi. Tədris vaxtı müəllimlə şagirdin bir məkanda olmasını gərəkdirməyən proses. Bir məkanda altından xətt çəkdiniz, yəni gərəkdirməyənin altından xətt çəkdiniz. Demək, bu nədir? Eyni məkanda olmasa da olar. Misal üçün, sizlərlə mən eyni məkanda deyilik. Burada neçə nəfər? Hərəmiz öz evimizdəyik. Demək, bu da nədir? Distant. Qabağına yazdınız distant. Distant nə oldu? Təhsil alma yoxsa təhsilin forması? Təhsilin forması. Sağ ol. Yox, təhsil alma forması. Sonra, sonda dövlət sənədinin verilməsi də başa çatır. Dövlət sənədi. Başa çatmır. Dövlət sənədinin verilməsi də başa çatmır. Bəli, bu birinciyə aiddir. Bu nədir? Təhsil formasıdır. Hansıdır? Qeyri-formal. Ox qoydunuz, qabağında yazdınız qeyri-formal. Bax, qeydlərinizi bu şəkildə aparın ki, sizin üçün rahat olsun. Həm də elə bir testi başdan ayağa özünüz üçün təhlil etmiş olacaqsınız ki, bu sizin gələcəkdə növbəti demək,
uyğun testlərdə də cavabları tez və asan şəkildə tapmanıza yardımcı olacaq. Həm də vizual olaraq gözünüz alışır. D variantı, fiziki qüsurundan dolayı məktəbə gələ bilməyən şagirdlər üçün. Məktəbə gələ bilmir. Məktəbə gələ bilməyənlərə harada dərs keçirik biz? Fiziki qüsuru var. Harada keçirik? Məntiqlə deyək də. Evdə. Bu da elə evdə təhsildir. Evdə təhsil alma formasıdır, təhsil formasıdır. Təhsil alma. Bəli, burada da yazdıq evdə təhsil və bu da təhsil alma forması. Sonra ibtidai təhsil səviyyəsini vaxtından əvvəl bitirməyin mümkünlüyünü təmin edir. Biz dedik o hansı təhsil idi ki, o hansı forma idi ki, demək, şagird orada 3-cü sinifdən valideyn ərizə yazır ki, mənim uşağım xüsusi fitri istedadı var, 4-cü sinifi mənimsəyibdir, tam olaraq 4-ü keçməsin, vaxt itirməsin, birbaşa 5-ə keçək. Termal deyil. Bəli, eksternatdır bu. Eksternat. Eksternat nə idi? Təhsilin forması idi, təhsil alma idi. Təhsil alma. Ay, son təhsil alma. Aydın oldu Fuad müəllim? Bildim məlumatlar. Tamam. Sonra, başqa hansı idi sizdə? 7. 7. 7-yə qədər kimisə sualı var? 1-dən 7-yə. Başqa sual olan var? O zaman davam edək. Demək, uyğunluğu müəyyən edin. Təhsil alanın hüququ, təhsil verən hüququ, valideynin hüququ. Burada hamısı nədir? Hüquq. Eləmi? Yəni, sual hüquqda, bəlkə içində demək, hüquq deyil, vəzifələr də var. Amma biz hüquqları seçməliyik. Və təhsil alanın müəllimin hüququnu, şagirdin hüququnu və valideynin hüququnu seçməliyik. Burada variantlar çoxdur. Demək, burada yəqin ki, vəzifələr qatıblar ki, bizi çaşdıralar. Düzdürmü? Ola bilər də orada elə bir variant olsun ki, müəllim onu götürməyin. Ay, sağ olun. Deməli, indi baxın. Tutalım ki, bax, belə deyək, demək keçən də öyle. Bax, məndən istənilənlər, məndən istənilirsə, bax, Fuad müəllim, qarşı tərəf sizin qarşınıza tələblər qoyur. Müdiriyyət, rəhbərlik, nazirlik. Onlar sizin vəzifənizdir, yoxsa hüququnuz. Ay, sağ olun. Sizdən istənilənlər sizin vəzifənizdir. Siz qarşı tərəfdən istəyirsinizsə, bəli, o sizin hüquqlarınızdır. Düzdürmü? İndi gəlin baxaq. Deyir övladlarını, bax, övladları sözü varsa bu nəyə aiddir? Burada elə bəri başdan bildik ki, bu hansına aiddir? Valideynə aiddir, amma bilmirik hüquqdur yoxsa vəzifədir. Hələ bilmirik hüquqdur yoxsa vəzifə, amma valideynə aiddir, övlad sözü varsa. Övladlarını Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək. Bu nədir? Bu hüquqdur vəzifə. Hə? Vəzifə. Çünki bu hüquq olsaydı, valideyn deyərdi ki, mən istəmirəm uşağım tərbiyəli böyüsün, qoy mənim uşağım tərbiyəsiz olsun, qoy mənim uşağım vətəni sevməsin və s. Necə istəyirəm, özüm bilərəm, deyərdi, düzdürmü? Ona görə də bu, onun vəzifəsidir, evladını dəyərlərə hörmətini tərbiyə etmək. Mən elə bilirdim ki, onların hamısını demiyorlar ki, götürməliyik, ona görə... Yox. Deməli, bu getdi. Niyə? Bax, bunun qabağında da özünüz kitabınız varsa qarşınızda, çap etmişsinizsə, qabağında özünüz üçün qeydlər aparın. Burada yazın ki, demək, bu nədir? Vəzifə. Vəzifə. Bax, qabağında qeydlərinizi aparın həmişə. Sonra, ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri öyrənmək və tətbiq etmək. Bu hüquqdur, müəllimin hüquq. Yox, vəzifədir. Eyni ixtisasdan gedir söhbət. Yeni ixtisasdan sanki. Hə, ixtisas artırmadan gedir burada söhbət. İxtisas artırmadan. İxtisas artırmadan. Hə. Qabaqcıl pedaqoji təcrübələri öyrənmək və tətbiq etmək. Bu nədir? Vəzifə. Bəli. Əgər bu hüquq olsaydı, o zaman müəllim bilirsiniz nə deyər? Deyərdi ki, misal üçün, ixtisas artırma təlimləri olanda çağırışlara getməzdi. Deyərdi ki, mən nə olsun nazirlik çağırır? Mən getmirəm, ixtisas artırma təlimlərindən keçməyəcəm. Bu mənim hüququmdur. Və yaxud da deyirlər ki, kurikulumla dərs keçməlisən, bu tələbləri ödəməlisən. Deyir, mən qabaqcıl pedaqoji təcrübələri öyrənmirəm, nə də tətbiq eləmirəm. Mən belə istəyirəm. Düzdürmü? Ona görə də bunlar. Buyurun. Bu sualı mən də qeyd eləmişdim. Bu sualdan 2 dənə var. Birində deyir ki, yeni ixtisaslar almaq. Ay, sağ olun. Baxın, yeni ixtisas almaq. Baxın, yeni ixtisas almaq. Mən ibtidai sinif müəllimiyəm. Yeni ixtisas alıram, psixologiyanı götürdüm. Kimya müəllimiyəm, yeni ixtisas alıb biologiyanı götürəm. Bu mənim sərbəst hüququmdur.
Biri də var, ixtisas artırma bax indi işləyənlər bilir, davamlı nazirlik tərəfindən layihələr həyata keçirilir. Müəllimlərin ixtisasının artırılması təlimləri, çağırışlar olur. Bu da vəzifəsi olacaq. Bu mütləq getməlidir. Vəzifədirsə mütləq getmə. Bax bu vəzifədir. Bax siz niyə bugün buradasınız? Niyə mənimlə birgə bu auditoriyanı bölüşürsünüz? Qabaqcıl pedaqoji təcrübələri öyrənmək və tətbiq etmək üçün. Çünki miqdə niyə bunu qoyublar pedaqoqanı, sonra metodika, kurikulumu niyə qoyublar? Tələbdir çünki bu. İndi biz bunları ayırmaq, orada yeni sözü varsa, hüquqdur. Yox, biri var ixtisas artırmaq. Mövcud ixtisasını artırmaq sizin borcunuzdur. Bax, ona görə də bu günləri hamınız hazırlıqlarda hazırlaşırsınız. Həm ixtisasdan, həm kurikulumdan. Bunu siz eləməlisiniz. Və bunu dövlət də zaman-zaman sizləri cəlb edir. Məktəblərə siyahılar gəlir nazirlikdən və məktəblərdən çağırış olur, müəllimlər gedir. Getməyəndə töhmət, nə bilim, şəxs işə yazılmaz, son zamanlar buna ümumiyyətlə ciddi nəzarət var. Nazirlikdə, yəni struktur dəyişikliyi gedəndən sonra. Yəni, bəs bu necə fərqləndirəcək? Yəni, bax, burada ixtisas artırmadır, orada nədir? Burada ixtisasını artırmaqdır, orada nədir? Bax, az öncə dedi həmkarımız. Yeni ixtisas almaq. Yeni ixtisas. Ay, son. Bir də deyirəm də. Mövcud ixtisasını artırmaq vəzifəmdir. İxtisasımı hər zaman özümü təkmilləşdirmək vəzifəmdir. İxtisas artırmaq özümü təkmilləşmə deməkdir. Yəni, belə başa düşürük, öz ixtisasımızı artırmaq vəzifəmiz, amma yeni nəsə öyrənmək istəyiriksə, başqa fənn istəyiriksə öyrənmək, o hüququmuz. Bəli, o sizin hüququnuzdur. Yəni, kimsə sizi, bunu dövlət sizə vadar edəcək, məcbur edəcək, siyahı gələcək, deyəcək, zəhmət çək, ged ixtisas artırmaq kursuna. Sənə dövlət pul qoyur, pul ayırır sənin üçün, təlimçilər üçün. Vəsait ayırır, zaman ayırır. Get, sən təkmilləş, sonra gəl mənim vətəndaşımın qarşısına dərs keçmə hüququ verim sənə. Aydındır mı? İxtisas artırma tələbdir, dövlətin tələbidir. Ona görə sizin üçün vəzifədir. O birisi isə heç kim sizi məcbur edə bilməz ki, kimya ixtisasın var, get tez elə bu dəqiqə biologiyanda öyrən gəl. Bunu sizə heç kəs məcbur edə bilməz. O sizin hüququnuzdur. Və yaxud da bakalavrsınız, heç kəs sizi vadar edə bilməz ki, bu dəqiqənə ya gedirsə, magistri bitirib gəlsə, ya da ki, mən sənə icazə vermirəm məktəbdə. Bunu da deyə bilməzlər. Aydındır mı? Və yaxud da sən pedaqoji texnikumu bitirmirsən, orta ixtisası bitirmirsən, olmaz, sən məktəbdə işləyə bilməzsən sözü deyə bilməz. Universitetdə işləyə bilməzsiniz. Amma məktəbdə, orta məktəbdə işləyə bilərsiniz. Aydındır mı? Ona görə də ixtisas artırmaq, çoxaltmaq, yəni öz mövcud ixtisası, belə yadda saxlayın, öz mövcud ixtisasınızı artırmaqdan söhbət gedirsə, bu vəzifədir. Mütləq artırmalısınız. Yəni, özünüzü təkmilləşməsi, üzərinizdə çalışmalısınız. Dediyimiz kimi, keçən dəfə də misal çəkdik. Mobil telefon olduğu kimi qalır, yox, smartfonlar getdikcə, ağıllı telefonlar nə olur? Günü-gündən əlavə funksiyalar əlavə olur. Sizin öz ixtisas fənləriniz olduğu kimi qalır. Universitetdə öyrəndiyiniz kimidir. Bax, əksəriyyətiniz ya özünüz hazırlaşırsınız, ya da ixtisasdan qoşulmuşsunuz. Dəyişiklik varmı, yoxmu? Var. Düzdürmü? Ona görə ixtisas artırmaq, təkmilləşmək deməkdir ki, bu davamlı vəzifədir. Demək, hələ ki, vəzifə, bunların iştiratı, çünki bizdən nə istəyir? Hüquq və hüquq. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Təhsil almaq kimə aiddir? Şagirdlərə, bəli. Şagirdin indi bu hüququdur, vəzifəsidir. Ay, son. Şagirdin hüququdur ki, keyfiyyətli təhsil verin mənə. Demək, bu getdi hüquqa. Bu aiddir. Hüquqdur və şagirdə aid. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Nədir bu? Kiminsə mikrofonu açırdı, xərş edirəm, bağlayın da. Səs başımıza düşdü. Verilən tapşırıq. Nədir bu? Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Bu təhsil alanı vəzifəsidir. Bəli, bu da vəzifədir. Deyə bilərik ki, yox, mən tapşırığı vaxtında yerinə yetirməyəcəm və s. Bu da vəzifədir. Tədrisin forma, metod və vasitələrini sərbəst seçmək. Bax, müəllimsiz. Kimsə gəlib sizə girib deyir ki, sən niyə burada BİBÖ-dən deyil, Singveyn'dən istifadə etmirsən və yaxud da qızıl dairə metodundan istifadə etmirsən və yaxud da akvariumdan. Niyə sən BİBÖ-dən istifadə etməmsən? Belə bir şey deyə bilər sizə rəhbərlik, metod mərkəz, kimsə. Bu da hüquqdur da, müəllim. Bəli, bu sizin hüququnuzdur. Siz sərbəstsiniz. İstəyirsiniz onu oynaya keçin, istəyirsiniz oxuya keçin, istəyirsiniz nə bilim canlı şəkildə, istəyirsiniz rollu oyunu da tətbiq edin, istəyirsiniz
balığı keçəcəksiniz, gətirin balığı, qoyun orada sinifin ortasında yarın uşaqlara göstərin. O sizin özünüzün yanaşmanızdır. Siz bunda sərbəstsiniz. Ona görə də bu da nədir? Tədrisin forma, metod və vasitələrini sərbəst seçmək kimə aiddir? Müəllimə və müəllimin hüquqlarıdır. Düzdür, hüququdur. Demək, bu da aiddir və aiddir ikinciyə, təhsil verənin hüququna. Sonra, tədris prosesinin təkmilləşdirilməsi və maddi texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək. Könüllü yardımlar etmək. Bəli, valideynə aiddir. Və bu da niyə valideynin aiddir? Bəzən olur ki, o valideyn komitələri və s. tam yığılırlar bir yerə, baxın, könüllü yardımlar etmək. Götürürlər sinifə bir dənə printer aldılar. Və yaxud pəncərə qapı dəyişiləsidir, deyirlər bizim uşaqlarımızdır və biz icazə alırıq. Təbii ki, bu sənədləşdirilir, valideynlərin ərizələri götürülür, imza atılır, həmkarlar və rəhbərlik bu haqda məktub göndərir öz rəhbərliyinə, demək, təhsil şöbələrinə və s. Yəni, bu rəsmiləşmiş şəkildə, demək, bu könüllü yardımlar qəbul olunur ki, sabahları gedib hər hansısa bir valideyn deməsin ki, o məktəbin, ondan sonra müəllimin, direktorun evini yıxmasın ki, məndən rüşvət istədilər, məndən zorla aldılar. Konkret artıq sənədləşəndə müəllim də, rəhbərlik də özünü sığortalamış olur. Və bu valideynin hüququdur. Biz valideyni zorla deyə bilmərik, gəlsən, qırılan pəncərəni qapını düzət və yaxud da printer al ver bizə. Ona görə də bu da nədir? Valideynin hüququdur. Maddi texniki bazanın yaxşılaşdırması üçün, yəni öz evlatları üçün çalışır. Demək, o baxımdan da burada bu variantlar doğrudur. C, Y və F. Başqa 25 dediniz. 25-ə qədər kimisə sualı var. Bir dənə zəhmət olmasa müəllimə, 23-cü suala baxardıq da. 23-dən qabaq var. Məndə də 18-də. 18-dən qabaq var. 18-dən qabaq yoxdur. Tamam, o zaman keçək 18-ə. Klass deyil, tamamlayın. Müəllimə, orada niyə B variantı olmalı ki, C variantı olmalı? Harada? 18-ci sual. İndi baxaq da mən bilmirəm axı burada nə variantı gərək təhlil edək. Hə, gərək təhlil edək ki, bilək. Deməli, 18-də bizdən istədiyi nədir? Valideynlərin hüquqlarından biridir. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyətli, övladların dərsə davamiyyəti, təhsilə maraq və davranış haqqında məlumat alır. Bəli, valideyn istədiyi anda məktəbdən məlumat evlad haqqında tələb edə bilər. Həm davamiyyəti ilə bağlı, həm təhsili tədrisi ilə bağlı, həm davranışı ilə bağlı. Ümumiyyətlə, evladına aid olan məktəblə əlaqəli nə varsa bütün məlumatları almaq hüququna malikdir. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək. Bu kimə aiddir? Bu, müəllimin etik davranış qaydalarıdır, bəli. Hələ biz bunu keçməmişik. Müəllimin etik davranış qaydalarına aiddir bu. Məktəb rəhbərliyi, məktəb psixoloq və həmkarlar ilə əməkdaşlıq etmək. Burada da yenə müəllimə aid. O kimin telefonudur? Bir dənə zəhmət olmasa mikrofonunuza diqqət edin. Yetkinlik yaşına çatmayan övladlar üçün təlim tərbiyə müəssisəsini seçmək. Kim seçir övladı üçün? Bax, övladları üçün. Övladı üçün. Kim seçir? Valideyn. Valideyn özü seçə bilər də öz müəssisəsini. Deyək ki, misal üçün, Bakı şəhərində bir neçə məktəb düz yan-yana, hətta çəpəri belə bitişikdir. 80 nömrəli məktəblə, məsələn, Neftçilərdə neçə nömrəli məktəb idi? 80 nömrəli ilə 1-3 idi, neçə idi, onlar bitişikdir. Sonra Qarayevdə, demək, 132, yoxsa 32 nömrəli məktəblə neçə nömrəli bitişikdir. Sonra 62 nömrəli məktəblə neçə nömrəli məktəblər. Yəni bunlar bir-birinə çox yaxın və yaxud da bitişik. Bir çəpərdən biri o tayda, biri bu tayda olan məktəblərdir. Misal üçün, eyni ərazidə, yaxın ərazidə. Təbii ki, çox uzaq məsafə olanda artıq burada yaşadığı ünvana görə seçim məsələsi gəlir, ərsəyə çıxır. Amma ümumiyyətlə valideyn müəssisəni seçməkdə sərbəstdir. Həmçinin dili seçməkdə. Misal üçün, mən istəyirəm uşağım rus sektoruna qoyum. Təbii ki, mən istəyə bilərəm, amma yenə də bu mənim hüququmdur, istəyəcəm. Amma mənim evladım ona qadirdirmi, yəni o sektorda oxuma, ona artıq komissiya təyin edəcək. Aydındır. Ona görə bu da demək, valideyn hüququdur. Sağlam həyat tərzi keçirmək bu vəzifədir və şagirdin vəzifəsidir. Övladlarını humanistlik, vətənpərvərlik ruhunda tərbiyə etmək, bu da valideynin nə idi? Vəzifəsi. Valideyn deyə bilər ki, yox, mən evladımı humanist, vətənpərvər tərbiyə etməyəcəm.
Qeyri-humanist edəcək. Eləyə bilməz, yəni vəzifədir, bu vəzifədir. Bax, qeydlərinizi götürün. Çap eləmişsinizsə qeydlərinizi karandaşla aparın. Sonra 18-dən 25-ə qədər kiminsə sualı var? Mən orada niyə B var? B variantına bir dənə artıq bu gətirdiniz. Buradakı B-yə məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək. Bu valideynə aid deyil, axı həmkarları ilə, bu müəllimə aid. Az öncə də dedim, həmkarları ilə. Orada təhsil verənin. Həmkar var axı burada, həmkar deyirik, həmkar. Valideynin həmkarı, bəlkə valideyn həkimdir, mühəndisdir, bəlkə evdar xanımdır, bəlkə fəhlədir. O vəzifədir də, təhsil verəni var. Bəli, təhsil verənlər. Təhsil verənlərin bu məktəb rəhbəri, məktəb psixoloqu və həmkarlar əməkdaşlıq etmək bəli vəzifəsidir. Amma müəllimin, təhsil verənin. Bəli, əməkdaşlıq varsa da vəzifədir. Sonra 25-ə qədər var sual. 23 müəllimə demişdim. Tamam. Səhv bəndi müəyyən edin. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Biz bunu səhv etmirəmsə hələ baxmamışıq. Deməli, bu hardadır? Konstitusiyadadır. Bu 42-ci maddəsində. Konstitusiyanın 42-ci maddəsinə qeyd olunur ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir respublikada, bütün respublika vətəndaşları üçün. İcbari ümumi orta təhsil dedikdə hansıdır? Ümumi orta. Ümumi orta hansı idi? 5-9 eləmi? İcbari 9-a qədər olanda. İcbari də nə deməkdir? Yəni məcburidir. Amma dövlət bunu pulsuz edir. Təbii ki, 10-11 də bizdə pulsuzdur, amma yenə bu icbari təhsil də pulsuzdur. Məcburidir. Bəli, məcburidir, həm də pulsuzdur. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Demək, bu da yenə konstitusiyadan irəli gələn maddədir. Hər bir ölkə vətəndaşının pulsuz, yəni hər bir vətəndaşın təhsil almaq hüququ var. Həmçinin pulsuz təhsil almaq hüququ var. Sonra maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsil davam etdirməsinə dövlət zəmanət verir. Baxın, maddi vəziyyətdən asılı olmayaraq. Varı da olsa, kasıb da olsa, 700 bal topladısa dövlət zəmanət verir, vermir. 680 topladısa dövlət zəmanət verir, vermir, verir. Median institutdur, digər universitetlərdir. Pulsuzuna götürür həmin uşaqları. Xüsusi istedad dedikdə, yəni istedadlı şəxslər dedikdə bu nəzərdə tutulur. Yəni daha yüksək bal demək daha istedadlı şagirddən gedir söhbət. Düzdürmü? Bax müəllimə, mən orada çaşdım ki, burada deyir ki, maddi vəziyyətdən asılı olmayaraq, yəni o pulsuz hissəsini fikirləşmədim. Mən C variantını yazdım ki, yəni varı da olsa, kasıb da olsa fərqi yoxdur. Məsələn, bizim uşaqlar universitetə girən ilsi, mənim qızımla bir yerdə bir oğlan da girmişdi universitetə. Yaxşı imkanları vardı həmin o uşağın və onun atası, bilmirəm, əhd eləmişdi, yoxsa gedib orada mı deyəndə, yəni tam pulsuza düşmüşdü. O bir nəfərə yeri boşaltmaq üçün dedi ki, mənim arzum oydu ki, oğlum tibb universitetinə daxil olsun. Mən bu yeri pulla, o vaxt 3000 manat idi biz, indi 4800-dür, 5000-dir, nədir bilmirəm. Demək, dedi ki, biz bu yeri boşaldırıq kasıblar üçün, qoy başqa birisi. Yəni, devlət sifarişi deyə bir şey var da, devlət sifarişi dolandan sonra artıq digərləri pullu məsələsidir. Yəni, o öz yerini verdi devlətə. Amma evladını keçirdi pulluya və 6 il boyunca onun illik ödənişini keçirdi ata. Aydındır mı? Yəni, o baxımdan da deyir ki, maddi vəziyyətdən asılı olmayan, varı kasıb fərqi yoxdur. İstedadlı şəxsdirsə, yəni yüksək bal toplayıbsa, təhsil davam etdirməsinə dövlət zəmanət verir. Verir, vermir. Verir də yuxarı bal toplayanlara dövlət özü oxudur. İllik heç bir ödəniş olunmur onlara. Bəs müəllimə, bu dövlət maksimum təhsil standartlarını Deyirlər, heç vaxt maksimum təhsil standartları müəyyən olunmur. Heç vaxt. Biz həmişə nə deyirik? Deyirik ki, devlət həmişə minimum təhsil standartı. Ümumiyyətlə, istənilən sahədə hər zaman minimum təhsil standartları götürülür. Onun maksimumu o mühitdən asılı olaraq dəyişə bilər. Məsələn, tutalım ki, ibtidai siniflər üçün, deyək riyaziyyat fənnini deyim, sizin üçün daha rahat anlaşılan olsun. Məsələn, riyaziyyat fənnindən birinci sinifdə deyək ki, belə bir standart var. Ədədlər və əməllər məzmun xəttində. Birinci sinif üçün. Şagird 1-dən 20-yə qədər
irəli və geri saymağı bacarır, tək və cüt ədədləri bir-birindən ayırır, sadə, toplama və çıxma əməlini 20 dairəsində yerinə yetirir. Bu birinci sinifin minimum demək təhsil standartıdır. Minimum həmin fənnə qoyulan standartdır. Amma siniflər var ki, girirsən, vurma cədvəlini ilin axırına qədər birinci sinifin sonudur, hamısı əzbərdən danışır. 10, 20, 30, 40, 10 saya bilir, irəli və geri. 100 dairəsində sayır, 100 dairəsində toplayır, çıxır. Yoxdur ki, yaxın ətrafınızda, bəlkə mevladlarınız, nəvələriniz və s. də var belə. Düzdürmü? Birinci sinifin sonuna qədər bunları bacaran uşaqlar var, həddindən çoxdur. Amma dövlət həmişə minimum standartı götürür ki, ən zəif uşağın belə deyir. Axı bizim uşaqlarımız dövlətin də vətəndaşıdır. Deyir ki, mənim sənə etibar etdiyim vətəndaşım ən aşağı minimum nəticəsi bu olmalıdır. Yəni 20 dairəsində. Bundan uyanarsa artıq müəllimlə uşağın qəhrəmanlığıdır. Aydındırmı? Ona görə burada bu səhvdir. Bir dənə maksimum sözünə görə səhvdir bu. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Əlbəttə ki, Təhsil Nazirliyi deyə bir qurum var və bütün təhsil sisteminə dövlət nəzarəti mövcuddur. Minnətdaram müəllim, elə onu sən başa düşməmişdim. Sonra 25. Belə deyək də, düşünün ki, bir süfrə açmışsınız. Siz orada minimum standartları götürsə, təxminən bilirsiniz ki, bu adam deyək ki, bir soyutma yumurta qoymuşsunuz sortuya. Ən azından bir dənə yumurtanı yiyən bilirsiniz ki, doya bilər. Maksimum yoxdur. Siz onun biri bir dənəsini yiyib doyacaq, biri ikisini, biri də üçünü yiyib doyacaqdır. Siz onu zorla 10 dənə yumurtanı gətirib qabağına qoya bilməzsiniz ki, maksimum budur. Sən mütləq 10 yumurta yeməlisən deyə bir şey yoxdur. Demək, 25-də nə deyir? Uyğunluğu müəyyən edin. Fatma, buradasınızmı? Bəli, mənim. Demək, təhsil verənlərin vəzifəsi, təhsil verənlərin hüququ. Bayaqları demək olar ki, oxşar bir şeydir. Sadəcə burada hər ikisi təhsil verən aiddir. Biz nəyi seçməliyik? Hüququ, həm də vəzifəni. Demək, təhsil alanların fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyini və sağlamlığının mühafizəsində iştirak etmək. Şagirdləri də, yəni qorumaq, qovlamaq. Vəzifədir. Bəli, bu vəzifədir. Kimin təhsil verəni? Təhsil haqqında Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada sertifikasiyalaşdırmadan keçmək. Vəzifədir. Bəli, əlbəttə ki, vəzifədir. Bəli, vəzifəsidir. Yəni, deyə bilərik ki, yox, mən keçmirəm. Deyə bilmirik, düzdürmü? Bəli? Keçməyəndə də işdən çıxarırlar. Bəli, demək, bax, bu da vəzifə oldu, bu da vəzifə oldu. Eləmi? İndi gəldik C-yə. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsindən təhsilin təmayülünü, tədris olunan dəstənkənar məşğələləri sərbəst seçmək. Bu kimə aiddir ümumiyyətlə? Kim seçir bunları? Tədris dili, xarici dili. Təhsil alan, bəli, bu şagirdlərə aiddir, şagirdlərə. Və şagirdlərin nə idi? Hüququdur. Ona görə bu bizə ümumiyyətlə lazım deyil. Bu burada əlavə atıblar, çaşdırmaq üçün. Sonra mükafatlandırılmaq və təltif olunmaq. Bəli, bu müəllimin hüququdur. Sonra, əlavə məşğələlər, sinifdən xaric və məktəbdən kənar tədbirlər keçirmək. Müəllimin vəzifəsi. Bəli, bu da vəzifəsidir. Müəllim deyə bilər ki, mən Xocalı faciəsinə aid heç nə etməyəcəm. Və yaxud da 20 yana. Yox, keçirməlidir. Sonra, təhsil müəssisəsinə vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək. Bəli, bu da müəllimin hüququdur. Aydındır, Fuad müəllim. Hı yazdıqlarım hüquqdur, səliqəsiz olsa da üzürlü sayın, amma burada bu aid deyil. Yəni, bu hissə şagirdə aiddir. Yəqin sizi çaşdıran bu olur. Sonra, başqa var. Məndə 26 səhv çıxır. Valideynlərin hüquqlarına aid deyil. Övladlarının təhsili, davranışı haqqında mütəmadi məlumat almaq hüququdur deyil. Hüququdur. Hüququdur, bəli. Valideynin hüququ. Sonra, tədris prosesini təkmilləşdirmək üçün təkliflər irəli sürmək. Hüququdur, təklif irəli sürək, bu bunun hüququdur. Sonra, təhsil müəssisəsində əməkdaşlıq etmək. Bu da hüquqdur. Müəssisələr hüquqdur. Amma müəllimlər vəzifəsi.
Uşaqlar üçün təhsil müəssisəsini seçmək. Hüququ. Deyil, hüququna aid olmayan. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək. Vəzifədir. Vəzifədir və bu vəzifə də kimə aid olan vəzifədir? Şagirdin vəzifəsidir bu. Təhsil müəssisəsinin nizamnaməsində. Məndə ümumiyyətlə o riayət etmək, belə tipli cümlələr həmişə vəzifədə də olur da, yəni ki. Zaten ümumiyyətlə belə baxanda da, məntiqlə götürəndə də görünür də, yəni real olaraq. Sonra başqa var? Bir də 31-ci suala baxa bilər. 31-ə qədər var kimdəsə? 31-ə kimi var? Yoxsa gedək 31-ə. Cədvəl əsasən uyğunluğu müəyyənləşdirin. Demək, doğruda doğru olmalıdır, yanlışda isə yanlış. Eləmi? İndi baxaq. Təkrar sertifikatlaşmada iştirak etməyən şəxslər sertifikasiyalaşmadan keçməmiş hesab olunur. Doğru. Demək, doğrudan yerində, doğru yerindədirmi? Doğrunun öz qabındadır. Bax, bu fikir doğrudur və doğru qabındadır. Sonra, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək təhsil verənin vəzifəsidir. Vəzifəsidir, yoxsa? Bəli, bu hüququdur. Deməli, doğru qaba yanlış fikir atıblar. Tulladıq, getdi. Bu doğru qabın içində ancaq doğrular olmalıdır. Bu isə yanlışdır, bura üçün sildik. Geçdik yanlışa. İndi yanlış qabında ancaq yanlışlar olmalıdır. Dövlət təhsil standartlarına uyğun bilik, bacaq və vərdişlərə yiyələnmək təhsil alanın hüququdur. Vəzifəsi. Vəzifə olmalıdır, elə mənim o. Nə deyir? Deyir, bilik, bacaq və vərdişlərə yiyələnmək təhsil alanın hüququdur. O zaman deyər ki, bunda mənim öz keyfimədir də. Mən hüququmsa, mən istəmirəm bilik, bacarıqlara yiyələnmək deyərdi, düzdür. Ona görə bu hüquq deyil, vəzifədir. Yanlışdır mı bu fikir? Öz qabındadırmı? Öz qabındadırmı? Öz qabındadır. Deməli, yanlış qabındadır, doğru qabında. Əyani və sərbəst təhsil alma forması ibtidai təhsil səviyyəsində təşkil oluna bilər. Əyani, biz hər zaman deyirik ki, ümumiyyətlə, təhsil məktəblərində sistem əyani gedir. Sərbəst eksternatdan söhbət gedir, bu da varıdır. Demək, bu fikir doğrudur. Amma hansı qabdadır? Yanlışda, öz yerində deyil. Çıxardaq bunu bu qabdan. Çıxartdıq. Bax, bu ikisini bu qabdan çıxartdıq. Nə qaldı? 1 və 3. Demək, doğru variant 1 və 3. Sonra, başqa sual var? Müəllimə, bir də zəhmət olmasa 50-ci suala baxa bilərik. 50-yə qədər var, kimdəsə sual? Müəllim, 40 var, bir də 42 məndə. 40-42. 40. Müasir kurikulum prinsipləri ilə bağlı uyğunluğu müəyyən edin. Biz bunu keçmişik, keçməmişik axı biz hələ bunları məncə. Məncə bunu keçmişik. Bəli. Mən çıxa bilərəm. Tamam, çıxın videonu izləyərsiniz. Yaxşı, çünki orada birazdan mən izahlara başlayacağım. Oldu, təşəkkür edirəm. Buyurun. Demək, müasir kurikulum prinsipləri ilə bağlı uyğunsuzluğu müəyyən. Gəlin bunu saxlayaq, mən bunu izah edim, özünüz tapın, olar. Mən hazır informasiyanı ötürməyim də sizə, doğru deyil o. Bir də təhsil verənlərin vəzifələri, bunu yox. Bunu keçməmişik məncə bunu. Bu hissəni keçməmişik. Keçməmişik, şəxsiyyət görmüşəm. Bunu indi izah edəcəm mən sizə. 42. Təhsil verənlərin vəzifələrinə aid deyil. Demək olar ki, eyni yöndə olan, eyni istiqamətdə olan suallarda əslində digər təhlillərə baxıb siz artıq bunu tapmalıydınız. Mən özüm tapa bilərəm. Saxlayaq. İndi mən yoxladım. Bəli, mən indi yoxladım, axı bilmirdim cavabları var. İndi ona baxıb özüm arayır deyərəm. Tamam. Başqa? Başqa? Çox sağ olun, yoxdur başqa. 50-yə bir dənə, 50-də bir dənə baxıb keçərdik demək. Tamam, baxaq. 50-ci sual, fərqli olanı seçin. Fərqli olanı seçin. Biliyin yenidən qiymətləndirməsini tələb etmək. Şagirdin hüququ. Bəli, şagirdin hüququdur.
demək, əgər hər hansısa bir summativdəmi, sonra BSG-dəmi, KSG-dəmi hər hansısa bir qiymət alıbdır və həmin qiymətlə razılaşmırsa, yenidən təşkil olunub, demək, müraciət əsasına valideyn və şagirdin müraciəti ilə yenidən baxıla bilər. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarının keyfiyyətli təhsil almaq. Şagirdin hüququdur. Deməli, birinci hüququdur, şagirdin hüququdur. İkinci də hüquqdur, şagirdin hüququdur. Təhsil müəssisəsinin tədris dilini, xarici dili və s. dəstəkləmə məşğələ sərbəst seçmək. Hüquq. Kimin? Yenə də şagirdin hüququ. Bizə deyir fərqli olan seçin. Deməli, bunun hamısı olmalıdır. 4 dənəsi şagirdin hüququ. Mən belə başa düşdüm. Biri isə fərqli olmalıdır. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək. Bu vəzifədir. Vəzifə. Düzdür. Kimin vəzifəsidir? Son şagird yiyələnir də bilik, bacarıq, vərdişə. Şagirdin vəzifəsidir. Ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq. Bəli, şagirdin hüququ. Baxın, 4 dənə hüquq oldu. Hüquq. Bəli, fərqli D variantı. Burada müəllimə, mən bu kitabları zada verməyi elə bilirdim ki, vəzifədir bu. Yox, vəzifə deyil. Hüquqdir. Əgər dövlət onu pulsuz dərsliklə təmin etmək kimi bir qərarı varsa, şagird onu qarşı tərəfdən tələb edir, kitabxanadan, müəllimdən, sinif rəhbərindən ki, dövlət mənə pulsuz kitab verir. Hanı mənim kitablarım? Hüququ deyil onun. Axı dövlət pulsuz verir onu. Yiyələnmək də ondan vərdişə, uşağın vərdişidir. Vəzifəsi. Vəzifəsidir ona. Bəli. O uşaq deyir, bir dənə sual verir. Uşaq deyir ki, düşünün, deyir ki, mən dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək istəmirəm. Elə belə məktəbə oynamağa gəlirəm. Deyə bilər. Deyə bilməz axı. Hüquq deyil, vəzifədir. Mütləq yiyələnməlidir. Dövlət ona xərc qoyur. Baxın, pulsuz parta, sinif otağı, müəllim, kitab, dəftər, hər bir şeylə təmin edir dövlət onu. Aydındır müəllimə, başa düşdüm. Çox sağ olun. Buyurun, o da vəzifəsi oxumaq, öyrənmək. Başqa sual var? Başqa sual qaldı? Qalmadı. Tamam, o zaman davam edirik. İndi keçək vəsaitimizə və vəsaitimizdə baxaq. Biz prinsipləri sizinlə açıqlama verməmişik. Prinsiplərin üzərindən keçək, sonra keçək demək növbəti dərsə. Ümumiyyətlə, prinsip dedikdə, bunu biz nitqimizdə də, məişətdə də, işdə də, cəmiyyət arasında da tez-tez rastlaşdığımız bir fikirdir. Filankəs prinsipi aldı, filankəsin özünə məxsus öz prinsipləri var, öz qarşısına qoyduğu məqsədləri var və s. və s. Düzdürmü? Və müasir kurikulumunda prinsipləri var və müasir kurikulumun prinsipləri demək, nə üçündür? Təhsilin əsas xüsusiyyətlərini müəyyənləşdirir. Təhsilin məzmunu, təşkil, qiymətləndirməsi və s. məsələlər də özündə demək, əks etdirir. Müasir kurikulum prinsipləri hansılardır? Şəxsiyyət yönümlülük, şagird yönümlülük, nəticə yönümlülük, tələb yönümlülük, inteqrativlik və qiymətləndirmə standartları. Ekran görünür, paylaşım. Bəli, mənim. Tamam. Demək, bu 6 prinsip müasir kurikulumun prinsipləridir. Burada ardıcılığı gözləməyə ehtiyac yoxdur. Yəni, sizə düşəcək testlərdə bunu ardıcıl düz deyə bir şey yoxdur. Qarışıq da ola bilər. Birinci hansının dayanmasının heç bir önəmi yoxdur. Əsas odur ki, bu 6-sı bir arada müasir kurikulumun, yəni müasir təhsil proqramının prinsipləridir. Yəni, prinsip budur ki, belə deyək də, misal üçün, deyir ki, mən prinsip qoymuşam qarşıma, bu iş belə olmalıdır. İndi elə bilin ki, dövlət də burada bir prinsip qoyub qarşımıza. Ki, siz şagirdləri şəxsiyyət yönümlü yetişdirməlisiniz, şagird yönümlüyü nəzərə almalısınız, nəticə yönümlü olmalıdır təlim və tədrisiniz, tələb yönümlüyü əsas tutmalısınız, inteqrativliyi yaradın sinif mühitində, qiymətləndirmə standartlarına uyğun qiymətləndirmələr aparın. Yəni, baxın, prinsiplər qoyub qarşımıza
təhsilin qarşısına. Müasir qrupumun prinsiplərini indi baxaq, belə deyək, açıqlamalarına. Yəni, birinci nə idi bizdə? Şəxsiyyət yönümlülük. Fərqi yox da, yenə deyirəm, mən sadəcə burada sxemə görə birinci deyirəm. Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyət əsasında həyatı bacarıqlarını inkişaf etdirməklə onlarda milli bəşəri dəyərləri formalaşdırılmasıdır. Deməli, fikrin içərisində milli bəşəri dəyərlər varsa, söhbət şəxsiyyət yönümlükdən gedir. Yəni, biz bir şəxsiyyət formalaşdırmalıyıq. Təkcə elm, biliklərə yiyələnmiş professor, alim lazım deyil cəmiyyətə. Cəmiyyətə əsas nə lazımdır? Dəyərləri olan bir fərd. Və şəxsiyyət yönümlülük dedikdə də bu nəzərdə tutulur. Yəni, devlət nə deyir? Deyir, təhsil alanın idraki, ünsiyyət, psixomotor fəaliyyət əsasında, yəni həm idraki, əqli, zehni tərəfdən, həm ünsiyyət bacarıqları, həm də psixomotor, motorikanın, əl, ayaq, qol hərəkətləri, fiziki hərəkətlik, fəallıq. Yəni, bu fəaliyyətlər əsasında bunlar da olsun. Amma bunların əsasında həyatı bacarıqları inkişaf etdirməklə onlarda milli bəşəri dəyərlərin formalaşdırması. Yəni, siz həyata insan hazırlarsınız, fərd hazırlarsınız, cəmiyyət üçün faydalı birilərini yetişdirməlisiniz. Sonra, növbəti nə idi? Şagird yönümlülük. Şagird yönümlülük dedikdə söhbət nədən gedir? Təhsil sahəsində fəaliyyətlərin təhsil alanların mənafeyinə, yəni şagird yönümlülük. Elə qurmalıyıq ki, təhsil sistemimizi, təhsil mühitini o 45 dəqiqədə şagirdlərin mənafeyinə, maraq tələbatlarının ödənilməsinə xidmət etsin. Şagirdə yönəli olsun, ona görə deyilir şagird yönümlü. İstedad və qabiliyyətlərin, potensial imkanlarının inkişafına xidmət etsin. Yəni, kimsə geridə qalmasın. Əgər müəllim onu diqqətlə izləyirsə, baxırsa, baxacaq, görəcək ki, bu uşağın hansısa gizlində qalan istedad, əlavə qabiliyyətləri var. Yəni, müəllim nə etməlidir? Onu üzə çıxarmalıdır. Müəllim nə etməlidir? İşini elə qurmalıdır, sistemi elə qurmalıdır ki, şagirdlərin, təhsil alanların mənafeyinə, maraq və tələbatının ödənilməsinə yönəli olmalıdır. Sonra, növbəti nə idi? Nəticə yönümlülük. Nəticə yönümlülük nədir? Yəni, nəticələri öncədən görüb ona doğru getmək. Ümumiyyətlə, bizim hər birimiz həyatda da nəticə yönümlülük, sadəcə fərqinə varmırıq. Bəzən müəllimlər deyir ki, bu nə deyil, nəticə yönümlülük hardan çıxdı? Bugün bu dərs var, bunu keçirik, sabah o dərs. Əslində, biz elə onsuz da planlı iş görürük. Misal üçün, tutalım ki, bir torpaq sahəniz var. Siz nə edirsiniz? Öncədən bir plan qurursunuz da, nəticələri görürsünüz. Deyirsiniz ki, gələcəkdə orada mənim bağ evim olacaq, həyətim olacaq, onun içərisində deyək ki, belə fontan olacaq, orada uşaqlar üçün bir yerlənəcək quraşdıracam. Burada mətbəxi olacaq, orada hamamı olacaq, burada həyətdə filan ağaçları yetişdirəcəm. Heç nə yox da, ortada da yalnız quru torpaq var. Amma siz nə edirsiniz? Danışdığınız, bax, nəticə yönümlülükdür. Yəni, gələcəkdə o şəkildə nəticəni əldə etmək istəyirsiniz o torpaqdan. Və yaxud evladlarınızı niyə böyüdürsünüz, niyə oxudursunuz, nəticədə nə görürsünüz? Nəticədə faydalı evlad, sonra həyatda baş çıxara biləcək, özü gələcəkdə öz ailəsini qurub, ailəsini dolandıra biləcək birisi kimi görürsünüz. Ona görə də ona maliyyə ayırırsınız, pul ayırırsınız və onu oxutmağa çalışırsınız. O pulları niyə qoyursunuz o uşağa? Sanki banka bir depozit qoyursunuz da, düzdür. Gələcəkdə o uşağa çəkdiyiniz xərclər onun 10 qatı, 100 qatı, 1000 qatı dəyərində o uşağa və sizə qayıdacaq. Sizə qayıtmasa da ən azından evladınıza qayıdacaq, əgər düzgün yön seçmisinizsə. Bax, bu nədir? Nəticə yönümlülükdür. Əldə olunması nəzərdə tutulan, hələ yoxdur əldə, amma əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin əvvəlcədən müəyyən edilməsidir. Misal üçün, tutalım deyirsiniz ki, evladımı kompüter texnologiyalarına, kompüter mühəndisliyinə qoyacam, oradan seçəcəm proqramlaşdırma, getsin o sahədə oxusun. Nə üçün? Hələ bitirməyib, evladınız deyək ki, 5-ci sinifdir və yaxud 11-ci sinifdir. Nəzərinizdə tutursunuz, nəticələri əvvəlcədən müəyyən edirsiniz ki, artıq o devrin zamanın demək, peşəsidir, ən vacibli peşədir və ən yaxşı pullu peşədir. Düzdür? Oturacaq evində, demək, evindən işləyəcək, milyonlar qazanacaq. Bu günləri getdi, xarici ölkəni gəzmək istəyir, gedib xarici ölkədə oturacaq, kompüter qoltuğundadsa, oradan idarə edəcək. Həm maaşını alacaq, həm dünyanı gəzəcək. Yəni, bu nədir? Nəticə yönü. Devlət də bizim qarşımıza fənlərlə bağlı nəticələr qoyubdur. Məsələn, bayaq dedik ya ki, elə standartlar da nəticə yönümlülük əsasında standartlar müəyyən olunubdur ki, şagird 1-ci sinifin sonunda həndəsi fiqurları, sadə həndəsi fiqurları tanıyır, toplama, sadə toplama çıxma əməllərini yerinə yetirir və yaxud da kimya, tutalım ki, kimyadan təlim nəticəsi. Deyək ki, 5-9-cu sinifin sonunda şagird filan məsələləri bilməlidir. Misal üçün, turşuları duzlardan ayırmağı bacarmalıdır. Mendeleyev cədvəlinin 15 dənə deyək ki, elementini bilməlidir. Məsələn.
Bax, bu nədir? Nəticə yönümlükdür. Amma siz hələ indi 7-ci sinifi götürmüsünüz. Hələ siz indi başlayacaqsınız kimyanın Q hərfini öyrətməyə. Amma bəri başdan bilirsiniz ki, bax, bu götürdüyünüz bu 5A sinifi, 7C sinifində siz artıq 9-cu sinifə bitirəndə dövlətə bu şəkildə təhvil verməlisiniz. 10-cu sinifə bu şəkildə təhvil verməlisiniz. Bu nəticə yönümlükdür. Sonra, növbəti nədir? Demək, tələb yönümlülük. Tələb yönümlülük nədir? Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarını nəzərə alması. Yəni, necə gəldi, mən şagird yetişdirməməliyəm. Mən o şagirdi yetişdirərkən təkcə öz fənnimi mənimsət etməli deyiləm. Yəni, onu hər tərəfli öyrətməliyəm. Necə ki, yuxarıda birincidə dedik ya, şəxsiyyət yönümlükdə təhsil alan idrak ünsiyyət, psixomotor fəaliyyətləri və s. inkişaf etməyə, onları həyata hazırlayaq. Burada da biz fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarını nəzərə almalıyıq. Bugün, baxın, fərd də, cəmiyyət də, dövlət də, dəyişən ehtiyaclar da dəyişir. Bu günləri artıq hansı əsrdir? Artıq alfa, beta, gamma və o nəsil artıq biraz da dərinləşir. Hansı nəsli yetişdiririk? Bu saatca proqramlaşdırmadır, bu saatca deyək ki, sistem layihələridir, layihə əsaslı dərslərdir, kompüter texnologiyalarıdır və s. və s. Bu dəqiqə dövlətin ehtiyacları budur. Dünyanın tələbləri budur. Və biz də dərsimizi qurarkən bunları nəzərə almalıyıq. Elə nəfs ayağı keçməməliyik. Bax, bu da nədir? Tələb yönümlülük. Yəni, bu artıq sanki bir tələbdir qarşımızda olan. Məsələn, belə deyək də, tutalım ki, bir 30 il bundan öncə bizim öz toy düyünümüzü götürün. Necə idi o vaxtı? Deyək ki, misal üçün, bizim nişanımız, toyumuz olan vaxtlarda bir 30 il bundan öncəyə qayıtsaq, haradasa orada aş, dolma, doyğa, stalişin uzaq başı da orada bir buraşın salat falan olurdu, bir də çoban salatı. Bu qədər zəngin yeməklər vardı, yox. Amma indi biz öz evladımıza toy düyün eləyəndə nə deyirik? Deyirik ki, yox, o da olsun, bu da olsun, o da olsun, bu da olsun. İndi gəlib hansınıza mən sual versəm ki, misal üçün, ay, Afət müəllimə, niyə olsun ki, o vaxt sənin toyunda bunlar var idi, aş, dolma, doyğa ilə olmayıb sənin toyun, o elə də evladına. Deyəcək, yox, o nədir o, Allah göstərməsin, hüzür yerinin yeməklərdir, insan yeməklərdir. Kimdir indi toyda onu qoyan orada ortaya? Düzdür, bu sual verəcəksə, bu söz deyəcəksiniz. Nə üçün onu deyirsiniz? Çünki artıq dövlət, cəmiyyət, fərd dəyişib, ehtiyac və tələbatlar başqadır. Düşünürsünüz ki, kimsə gələcək, baxacaq, biləcək. Düzdür? Bax, təhsil sistemində də belədir. Biz niyə köhnə sistemlə gedək? Niyə köhnələri biz gətirib o dolmanı, doyğanı qoyuruq ki, ortaya? Müasir nədirsə, təlimizi də o sayağı qururuq, müasirliklə, yeniliklərlə zəngin bir dərs keçirik. O baxımdan da müasir kurikulum, yəni müasir təhsil proqramı prinsiplərindən biri də tələb yönümlükdür. Yəni artıq baxırıq tələbatlara, ona uyğun da hərəkət edirik. Növbəti nədir? Demək, inteqrativlik. Təhsilin məzmun komponentlərinin bir-biri ilə həyatla sistemlə əlaqələndirilməsi. Məzmun komponentləri nədir? Bir komponent coğrafiyadır, biri tarixdir, biri fizikadır, biri kimyadır, biri hərbidir. Nə bilim, fiziki tərbiyyədir, təsvir incəsinə. Yəni, bu fənlərin hər birisi nədir? Təhsilin məzmun komponentləridir. Bunları biz bir-biri ilə əlaqələndiririk, inteqrasiya edirik. Nə edirik? Həmçinin həyatla əlaqələndiririk. Misal üçün, sistem layihələrində, sonra layihə əsaslı dərslərdə. O zaman da nə edirik? Həyatla əlaqələndiririk. Misal üçün, uşaqları götürürük, ekskursiya yaparıq. 2 saat, 3 saat, 2-3 dərsi birləşdiririk. Apardıq Xəzər dənizinin sahillərində onlara o neftin xəttini göstərdik, dənizin qırağında olan, nə bilim, orada dənizə tullanan tullantılara baxdılar, gördülər. Ekologiyanı birbaşa yaxından öz gözlərlə canlı-canlı seyr etdilər. Bu da nədir? Həyatla sistemlə əlaqələndirilməsi, yəni inteqrativlik. Məzmun komponentləri, yəni fənlərin bir-biri ilə və həyatla əlaqəsi. Ən sonuncu da qiymətləndirmə standartları. Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni şagirdlərin hansı nailiyyət əldə ediblər? Yəni beyinləri hara qədər götürübdür, nə qədər mənimsəyiblər, nə qədərini bacarırlar. Həmin onun səviyyəsini müəyyən etmək üçün dövlət tərəfindən qoyulan qiymətləndirmə standartları mövcuddur. Ki, yəni bu demək, standartlara cavab verməlidir. 5-ci sinifdə bu standarta cavab verməlidir uşağınızın beyni, 9-cu sinifdə bura, nə bilim, 3-cü sinifdə buna, 5-ci sinifdə buna, bu şəkildə. Bu da müasir kurikulumun prinsipləri. Sonra Konstitusiyanı da bayaq bir balaca vurğuladıq, bir daha vurğulayım ki, demək, Konstitusiyada 40-cı maddə var, təhsil hüququ ilə bağlı.
hər bir vətəndaş təhsil almaq hüququna malikdir. Dövlət icbari orta təhsil almaq hüququnu təmin edir. Yəni məcburidir, icbari dedikdə məcburidir 9-a qədər təhsil almaq. Əks halda valideynlər və yaxud da qəyyumlar dövlət müəssisələrinə, polis şöbələrinə dəvət olunur. Onlarla maarifləndirici söhbətlər aparılır və uşaq birbaşa məktəbə cəlb olunur. Əks halda uşaq ailənin əlindən alınıb internat məktəblərinə təhvil verilə bilər. Sonra dövlət minimum təhsil standartlarını müəyyən edir gördüyünüz kimi və konstitusiyada bu öz əksini tapıb. Bayaqsa orada maksimum sözü vardı ki, hansı ki o artıq yanlışdır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir, bunu da bayaqları dedik. Maddi vəziyyətlə asılı olmayaraq istedadlı şəxslərin təhsil davam etdirməsinə dövlət zəmanət verir. Bax, bu qeyd etdiklərimiz Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində təhsil hüququ ilə bağlı olan maddədir. Bura qədər dediklərimizlə bağlı kiminsə hər hansısa bir sualı varmı? Sualınız varmı? Var kiminsə sualı? Yoxdur. O zaman davam edək. Demək, gəldik fən kurikuluna aid əsas terminlərin təsvirinə. Bir daha burada da baxaq, proqramımızla düzmü qeydirik. Bəli, fən kurikullarına aid əsas terminlərin təsviri. Demək, fən kurikuluna aid əsas terminlər dedikdə nələrdir? Əslində siz bunları dəfələrlə eşitmişsiniz. Hansı terminləri eşitmişsiniz siz kurikulumda? Məzmun standartı, təlim nəticələri, sonra alt standart, bəli, alt standart, məzmun xətləri, əsas standart, alt standart. Bəli, bu davamlı şəkildə bizim istifadə etdiyimiz son illər ifadələrdir ki, bunlar kurikulumun əsas terminləri sayılır və bu əsas terminlərin hər birisinin özünə məxsus mənası var. Məsələn, ümumi təlim nəticələri. Bayaqları biz nəticə yönümlükdən danışdıq, prinsiplərdə düzdür. Nəticəni öncədən görmək. Nəticəni öncədən görüb ona uyğun fəaliyyətə başlamaq. Məsələn, tutalım ki, sizin bugünkü dərsinizin sonunda siz qarşıda olan bir dağı fəth etməlisiniz. Şagirdlərinizlə birgə o dağın başına qalxıb bu 45 dəqiqənin sonunda ora bir bayraq sancmalısınız. Siz də axşamdan proqramınızı tutmuşsunuz, gündəliyiniz hazırdır. Bilirsiniz ki, sabah dağa çıxacaqsınız. Misal üçün deyirəm də, tam aydın olsun deyə. O zaman nə edəcəksiniz? Təlim nəticəniz bəllidir, düzdür. Nəticə orada bayrağın sancılması, zirvənin fəth olunmasıdır. O zaman işinizi ona uyğun qurursunuz. Misal üçün, tutan uşaqlara deyirsiniz ki, uşaqlar normal krasovkalar geyinin, sport stildə geyinin gəlin. Çantanızda bir tikə çörək və butulkada su götürün. Nə üçün siz işinizi bu cür götürdünüz? Həmçinin özünüz resurs olaraq da nə edəcəksiniz? Özünüzdə idman ayaqqabısı geyinəcəksiniz. Resurs olaraq əlinizə bir çomaq götürəcəksiniz. Axşamdan artıq ayarlamışsınız. Bir ip götürəcəksiniz ki, lazım ola bilər uşaqların belindən bağlayacaqsınız. Ağaca bağlayıb yuxarı dartınacaqsınız. Sonra bir aptečka götürəcəksiniz. İçərisində bintiniz, pambığınız, bəlkə bir uşaq yıxıldı, zədələndi, dağa çıxırsınız axı. Siz hardan bildiniz ki, bunlar lazım olacaq? Çünki nəticə qabağınızdadır da. Bilirsiniz ki, o dağı fəth eləməlisiniz. Qarşınıza qoyulan məqsəd budur. Aydındırmı? Bax, ümumi təlim nəticəsi dedikdə, ona görə də tərifinə gəldikdə deyir, mənimsənilməsi nəzərdə tutulan, misal üçün, fəth edilməsi nəzərdə tutulan o zirvə kimi düşünün. Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş, əvvəlcədən dövlət müəyyənləşdirib də biz hara getməliyik, hara qədər getməliyik uşaqlarla, düzdürmü? Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Görmüsünüzmü, hər hansısa bir müəllim götürsün öz başına, hər hansısa bir fəndən, öz üçün bir proqram tərtib eləsin. Ola bilər belə şey? Yox. İllik planlaşdırma da verilir, standartlar var, dərsliklər var, vəsait var, MMV-lər var. Və siz də ona uyğun gündəlik planlaşdırmanızı tutursunuz. Ona uyğun qurursunuz gündəlik planlaşdırmanızı. Ümumi təlim nəticələri həm ümumi təhsil pilləsinin dövlət standartları və proqramları kurikulum sənədində, həm də fən kurikulumlarında öz əksini tapmışdır. Məsələn, gəlin bir dənəsinə baxaq, təlim nəticəsi nədir?
Məsələn, baxaq bu dəfə fizikaya. Fizika fən qoyuq onu. Baxaq elə yeni tərtib olunan 2024-dür mü? Yox, 2013 olsun. Demək, təlim nəticəsinə gələk. Fizikadan baxın, ümumi təlim nəticələri görürsünüz. Ümumi orta təhsil səviyyəsi 6-9-cu siniflər. Ümumi orta üçün. Yəni, sən 6-cı sinifdə təhvil alıb 9-cu sinifi sonunda 10-cuya təhvil verdiyin şagirdlər təbiət hadisələrinin xarakterizəsinə görə qruplaşdırır və onların baş vermə səbəblərini fiziki qanunlar əsasında izah edir. Təbiət hadisələrinin qanuna uyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir və s. və s. Baxın, bax, təlim nəticəsini dövlət qoyub bura. Necə ki, biz deyirdik ya, dövlət qarşımıza qoymuşdu ki, o dağa çıxmalısan. Biz də ona uyğun hərəkət edirik. Eləcə də bütün fənlər üzrə, hər birinizin fəninizdə belə bir təlim nəticələri var. Həm bu ümumi səviyyə üzrə var, misal üçün 5, 9, 10, 11. Baxın, tam orta təhsildə var, 11-ci sinifdə. Şagird nəyə qadir olmalıdır, sonunda. Həmçinin sinif təlim nəticələri var, siniflər üzrə təlim nəticələri var. Baxın, bax, məzmun standartları 6-cı sinif, 6-cı sinifin sonunda şagird hadisələrin mexaniki, istilik, elektrik fərqləndirir, onlara dair sadə məsələlər həll edir, materiyanın formalarını fərqləndirir və s. və s. Baxın, bax, bu da sinifin son üçün təlim nəticəsidir. Orada ümumi deyil, ümumi. Misal üçün, o dediyim bayaq ev tikmək məsələsi. Ümumi təlim nəticəsi o idi ki, sizin bir bağ eviniz olacaq, içərisində hovuzu, meyvə ağacları, yellənçəyi, 2 mərtəbə evi olan bir bağ eviniz. Bu ümumi təlim nəticəsidir. Siz bunu birdən-birə etmirsiniz də. 6-cı sinifin sonunda orada binanın, deyək ki, hörgüsü bitməlidir, krişası vurulmalıdır, dam örtüyü. 7-ci sinifin sonunda həmin bağ evində hovuz tikilməlidir, ağaclar əkilməlidir. 8-ci sinifin sonunda yellənçək qurulacaq, nə bilim, tamet döşənəcək və s. 9-cu sinifin sonunda filan şey olacaq. Yəni, 11-i bitirənə qədər artıq o bağ evi hazır olacaq. O bağ evinin ümumi hazırlığı sizin səviyyə üzrə təlim nəticəniz idi. Və biz o ümumi təlim nəticəsinə getmək üçün addım-addım gedirik. Aydındır mı? Daşı daş üstə qoya-qoya. Kimə aydın olmadı? Təlim nəticəsinin nə olduğu? Müəllimə, aydındır, çox sağ olun. Çox gözəl izah edirsiniz. Buyurun. Demək, bu oldu nə? Təlim nəticəsi. Demək, təlim nəticələri harda ola bilər? Bu suallar şəklində qarşınıza çıxa bilər. Testlərdə də var, baza testlərində də var. Demək, imtahanda da qarşınıza çıxa bilər. Təlim nəticəsi harda ola bilər? Təhsil səviyyələrinin sonu üçün olar. Səviyyədə, təhsil səviyyəsinin sonu üçün ola bilər. Sonra sinifin sonu üçün ola bilər. Yəni, bir tədris ilinin sonu üçün ola bilər. Bir də məzmun xətləri üzrə təlim nəticələri var. Biri var, misal üçün, mən təlim nəticəsi deyirəm ki, şagird ibtidai sinifin sonunda deyək, 1 milyon dairəsində toplama, çıxma, vurma, bölmə əməllərini yerinə yetirir, vurma cədvəlini bilir, həndəsi fiqurları tanıyır, onların tərəflərini, təpələrini, nöqtələrini və s. müəyyənləşdirir, sahəni ölçür, çoxbucaqlar nə bilim nə edir, statistika və ehtimalla bağlı məsələlərin həll edir, özü əlavə məsələ tərtib edir. Baxın, hamısını ümumi dedim. Bu, fənn üzrə ümumi təlim nəticələridir. Riyaziyyat fənn üzrə ümumi təlim nəticəsi ibtidai sinif səviyyəsində. İndi deyirəm ki, şagird həndəsi fiqurları tanıyır, müstəvi və fəza fiqurlarını bir-birindən ayırır, çoxbucaqların tərəfini ölçür, dairənin sahəsini, nə bilim, rombu filan edir, obrisini belə edir. Mən ancaq görürsünüz həndəsi fiqurlardan danışdım. Bu, artıq məzmun xətt üzrə təlim nəticəsidir. Həndəsə məzmun xəttinin təlim nəticəsidir. Aydındır mı? İndi tutal mən deyirəm ki, şagird ədədləri və əməlləri tanıyır, vurma cədvəlini bilir, sadə hesablama riyazi məsələləri həll edir, hesablama əməllərini yerinə yetirir, x-in qiymətini tapır və s. Bax, bu artıq ədədlər və əməllər məzmun xəttidir. Gördünüz, mən heç orada həndəsə fiqurlardan danışmadım. Bayaqlaq başlanğıcda həm həndəsə fiqurdan danışdım, həm statistik ehtimaldan, həm ədəddən, əməldən və s. Bu ümumi, riyaziyyat fənn üzrə ümumi təlim nəticəsi idi. İbtidai sinif səviyyəsi üzrə. Bir də var, artıq ayırdım nəyə? Məzmun xətləri üzrə. Məzmun xətlərinə aid təlim nəticələri. Bir də var, siniflər üzrə təlim nəticələri.
Baxın, indi qarşınızda olduğu kimi, məsəl üçün 6-cı sinifin sonunda şagird nələrə nail olmalıdır. 6-cı sinifə indi salam verəcəksiniz, siz hələ indi tanış olursunuz uşaqlarla, amma təlim nəticəniz əlinizin altındadır bu dövlət sənədində, kurikulumda. Və siz addımlarınızı ona uyğun quracaqsınız artıq. Aydındırmı? Bax, bu da demək, təlim nəticələri və nəticə yönümlük dediyimiz bayaqki yanaşma. Sonra burada da qeyd olunur. Ümumi təlim nəticələri aşağıdakı hissələr üzrə şagirdlərin əldə edəcəyi bilik və bacarıqları əvvəlcədən müəyyən olunmasıdır. İstəsəz özünüz üçün mütləq şəkildə qeydlər götürün, çünki bu sizə test şəklində qarşınıza çıxacaq. Baxın, hər bir təhsil səviyyəsinin ibtidai, ümumi orta, tam orta, son üçün təlim nəticəsi var. Sonra sizlər harada yazıb bir dənə baxaq. Yazmayıb deyəsən burada. Məzmun xəttlər üzrə təlim nəticələri var. Həmçinin təhsil səviyyələri üçün təlim nəticələri. Dərsiniz şagird. Burada yoxdur. Özü üçün qeyd edin, zəhmət olmasa. Qeyni kitablarda var, burada qeyd etmişlər. Deməli, hansılar var? Baxın, bu sizə düşəcək suallarda. Yəni, qarşınıza çıxa bilər. Təlim nəticələri demək var hər bir təhsil səviyyəsinin sonu üçün. Var məzmun xəttlər üzrə təlim nəticələri. Var hər demək sinifin sonu üçün. Qeyd edin özünüz üçün. Burada var, biri var burada. Hər bir təhsil səviyyəsinin sonu üçün var. Burada qeyd edirsiniz bu kənarda ağ yerlərdə. Demək, məzmun xətti üzrə təlim nəticəsi, sinifin sonu üçün təlim nəticəsi. Yəni bir sinif üçün, bir tədris ili üçün. Misal üçün 5-ci sinif üçün, 6-cı sinif, 7-ci sinif, bu şəkildə bir-bir. Sonra burada gördüyümüz məzmun xəttləridir. Fənlər var burada və məzmun xəttləri mövcuddur. Məzmun xəttlərində kimyada, səhv etmirəmsə, biologiyada müəyyən dəyişikliklər var və bu illərdə, bu ildə 2024-ün yay ayında sizlər, yəqin ki, aranızda gedənlər olubdur. Təlimə cəlb olunanlarınız var idimi yeni dəyişikliklə bağlı? Məzmun xəttlərində, sonra kurikulumlarınızda olan dəyişikliklə bağlı. Kurikulumda deyil də bizi fizikadan aparmışdılar. Yeni kitablar ki çıxırdı, orada dəyişikliklər var idi. Yox, dərsliklər demirəm. Kimyada, biologiyada məzmun xəttlərində dəyişikliklər və əlavələr var idi. Hə, yox, onu bilmirəm mən. Hə. Demək, məzmun xəttləriniz də buradadır. Məzmun xəttlərinizi əzbərdən bilməlisiniz. Özünüzə aid. Hər kəs özünə aid olan məzmun xəttini əzbərdən bilməlidir. Məzmun xətti nədir? Bax, məzmun nədir? Məzmun. Bizim fənnimizdə düzdür, hər birimizin. Kimyanın məzmunu, fizikanın məzmunu, riyaziyyatın məzmunu, informatikanın məzmunu, sonra nə bilim, biologiyanın məzmunu. Xətti də dedikdə, yəni sizin məzmununuzun xətti, bu xətt boyunca qeydirik, misal üçün. Məsələn, dəyişməyən ola bilər məzmun xəttləri? Məzmun xətti heç vaxt dəyişmir. Məzmun xətti heç vaxt dəyişmir. Nədirsə odur. Məsələn, tutanaq ki, Azərbaycan dilini götürək. Dinləyib, anlama və danışma, oxu, yazı, dil qaydaları. Bu heç vaxt dəyişmir. Dinləyib, anlama və danışma. Müəllimə, siz deyirsiniz, məzmun xəttləri, bu Taymin kitabında, yəni məsələn, fizikanın məzmun xəttləri verilib, onları oxuyub öyrənmək üçün. Sizin izatdığınız PDF-də. Baxın, bayaqlarki cədvəl göstərməyəm. Ekran görünür. Bəli. Görürsünüz burada. Bəli. Fiziki hadisələr, qanuna uyğunluqlar və qanunlar. Bu 7-ci sinifdən bu məzmun xətti ilə gedir düz 11-ci sinifi bitirənə qədər. İkinci məzmun xəttiniz maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər. Düz 7-ci sinifdən 11-ci sinifdə daxil olmaqla bu şəkildə gedir ikinci məzmun xəttiniz. Üçüncü eksperimental fizika və müasir həyat. Üçüncü də axıra qədər bununla gedir. Aydındırmı? Amma sizdə necədir? Bu niyə dəyişmir? Çünki məzmun xətti olduğu kimi qalır. Olduğu kimi qalır. Yəni bu, amma burada bu bölmələrin ətrafında öyrəndik. Ay, son. Bəli. Bu xətt boyunca gedirsiniz. Elə bax bu yolu. Bax sizin elə ki fizikanın yolu 3 şaxəyə ayrılır. 3 şaxəyə ayrılır. Bu 3 şaxə gedir, axırda yenə yolun sonunda bütöv bir fizika əmələ gətirir. Bütöv bir fizikaya birləşir. Fizikadan yola çıxdınız, 3 dənə xəttə ayrıldı. 3 xəttə ayrıldı, getdiniz, axırda bu yol 11-ci sinifin sonunda birləşdi, yenə gəldi ümumi fizikanı mənimsətmiş oldunuz. Aydındırmı?
Və burada sadəcə problem deməyək də, yəni fərq nədən ibarətdir? 7-ci sinifdə də siz fiziki hadisələr, qanuna uyğunluqlar və qanunları öyrədirsiniz, amma sadə. 8-də də var bununla bağlı mövzularınız, 9-da var, 10-da var, 11-də var. Getdikcə dərinləşir. İkinci məzmun xəttini götürək. Maddə və sahə, qarşılıqlı təsir. İzah elədiyiniz bu PDF bizə atdığınız kitabdır. Bəli. Əlaqəli sistemlər. 7-ci sinifdə də bununla bağlı mövzunuz var. 8-də də, 9-da da, 10-da da, 11-də də. Başlayırsınız sadədən düz mürəkkəbə doğru. Eksperimental fizika və müasir həyat. Yenə 7-də də var, 8, 9, 10, 11-ci sinifdə də buna aid mövzular var. Misal üçün, necə ki, Azərbaycan dilini götürək də, Azərbaycan dilinin 4-cü məzmun xətti dil qaydalarıdır. 1-ci sinifdən 11-ə kimi 4-cü məzmun xətti ilə dil qaydaları gedir. Düz uşaq məktəbi bitirənə qədər. Niyə? Çünki dil qaydalarını başlayırıq, ad bildirən, əlamət bildirən, hərəkət bildirən 1-ci sinifdən sadə biliklərlə başlayırıq, düz mürəkkəb cümləyə qədər, oradan da gedirik digər, yəni daha dərinlə. Təhlillərə və s. Sintaksis, morfoloji, nə bilim nələr. Düzdür? Demək, bu şəkildə. Və yəni bütün fənlər belədir. Müəyyən bir xətt boyunca yolları var. Müəyyən bir yolları var. Və bu yolların hər birisi aparır həmin fənnin tamamlanmağına çıxarır bizi, şagirdlərimizi. Aydındır. Məzmun xətti deyirsə, sizin fənninizin məzmununa aid olan xəttlərdən gedir söhbət. Bu isə kimə aydın olmadı? Məzmun xəttinin nə olduğu? Aydındır müəllimə. Sonra, indi biz bu məzmun xətti ki deyirik, bax bu 3 dənə xətt düşünün. 3 xətt də ayrılır da sizdə, deyək ki, bax, indi fizikada, misal üçün, deyək ki, Azərbaycandan 4 xətt də ayrılır. Bax, bu 4 dənə yoldur. 1, 2, 3, 4. Burada Azərbaycan dilidir. Burada. Azərbaycan dilindən yola çıxdıq. 4 yol gedir. Amma biz bu 4 yolun 4-ündən də keçirmək. Yox, şagirdin 5-ini 1-ci yoldan keçirdik, 15-ini 2-ci yoldan, 3-ünü buradan, 3-cü yoldan, 4-ünü də 4-cü yoldan keçirə bilmərik. Bu uşaqlar hamısını görüb tanımalıdır bu yolları. Aydındırmı? Ona görə 25 uşağımız varsa bir sinifdə, 25-ini də dinləyib anlama yolu ilə də aparırıq, oxu yolu ilə də aparırıq, daşlı kəsəkli yolla da, qumsal yolla da, dəniz yolu ilə də, səhra yolu ilə də, yəni bütün yollarla aparırıq ki, sonunda bu yenə də gəlib hara çıxacaq? Azərbaycan dilinə gəldi, çıxdı. Burada birləşdi. Aydındırmı? Və yaxud da biologiyada başladınız, biologiyada yəni birləşdi bu xəttlər. Yəni məzmun xətti dediniz bu yoldur. Yəni yoldur. Amma bu məzmun xəttlərini əlimizdə alıb bu yolu getmək üçün biz bu yolda, yəni birdən-birə ilə təyyarə gücü ilə, raket gücü ilə axı birbaşa ilə burada çıxdıq yola və getdik yolun sonuna deyə bir şey yoxdur. Burada da müəyyən bir addımlar, müəyyən bir proseslər var bizi bu yolla apara biləcək. Misal üçün, biz bir nəfəsə buradan, deyək ki, Çin səddinə gedə bilərik bir dəfiyə. Bir dəfiyə Gəncədən Bakıya, Bakıdan Gəncəyə, Bakıdan Şəkiyə, Bakıdan Qarabağa və s. gedə bilərik. 3 saatlıq, 5 saatlıq, 8 saatlıq yolu gedə bilirik rahat. İndi düşünün, 2000 kilometr yol düşünün. Bir nəfəsə gedə bilərik biz bu yolu. Gedə bilərik? Yox. Düzdürmü? O zaman biz bu yolu hissə-hissə gedirik. Yorulmamaq üçün. Bu yolda da bizə, bu hissə-hissə getmək məsələsində bizə əsas və alt standartlar köməklik edəcək. Əsas və alt standartlar. Yəni biz əsas və alt standartla gedirik bu məzmun xəttini. Yəni hər bir məzmun xətti var. Hər bir məzmun xəttinin özünə məxsus əsas və alt standartları var. Məsələn, deyək ki, götürək biologiya. Canlıların quruluşu və müxtəlifliyi. Bioloji proseslər, insan və onun sağlamlığı, canlılar və ətraf mühit. 4 məzmun xətti var, eləmi? Sizdə indi bu illəri 5 olmalı, səhv etmirəmsə. Kimyada deyəsən 5 oldu, səhv etmirəmsə. Deyək ki, bunlarla biz yola çıxdıq. Bax, canlıların quruluşu və müxtəlifliyi. Bax, biz bu məzmun xəttini tamamlamaq üçün burada olan bütün canlılar en sayda canlılar var. Onların müxtəlif quruluşları var. Onların müxtəlifliyi, nələr var. Biz bunu birdən-birə şagirdə həzm elətdirə bilmədiyimiz üçün bu məzmun xətti olaraq qalır və bunu biz aram-aram, addım-addım, hissə-hissə mənimsədirik uşağa.
Onu da əsas və alt standartların köməyi ilə. Məsələn, biz hansını açmışdıq? Fizikanı götürək. Məsələn, fizikanı baxırıq. Birinci məzmun xətti, bir nöqtə. Görürsünüz, fiziki hadisələr, qanuna uyğunluqlar, qanunlar. 6-cı, birinci məzmun xətti. İndi gəldik. Əsas və alt standartlar. Əsas standart, yəni bu mövzunu mənimsətmək üçün görün nələrlə, haralarla qeydirik biz, hansı mövzularla. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. O qədər fiziki hadisə var ki, və onlara dair o qədər bilik və bacarıqlar var ki, yəni bunu tək kəlmədə bitirmək olmaz. Ona görə də biz bu əsas standartdır. Biz bunu alt standartlarla xırdalayırıq. Belə deyək, elə ki, bax, bu bir qarpızdır, fiziki hadisə qanunlar. Eləmi? Bu qarpızdır. Qarpızı bütöv uda bilməz uşaq, şagird. Biz onu dilimlədik. Bax, bu dilim fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş edir. Bu qarpızın dilimidir. Amma bu dilimi də bütöv uda bilməz. Boğular. Ona da nə edirik? Doğrayırıq xırda-xırda. Şagird rahatlıqla yeməsi üçün çəngələ taxtığı ilə udduğu bir olsun. Bax, o həmin o xırdalanmış, dilimin xırdalanmış qısokları da bax, alt standartlar. Bununla yetişdirəcəyik biz mövzumuzu. Mənimsədəcəyik. 1.1.1. Yəni 1.1.1 o demək, bu bir, qarşıda olan bu birlər var, qarşıda olan birlər, birinci sıradakı birlər. Bu birlər ilə bu birdir. Bu məzmun xəttinin biri deməkdir, bir kodlaması. İkinci yerdə dayanan birlər ki var, ikinci sırada dayanan birlər. Bunlar da bax, bu bir deməkdir. Əsas standart. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. Sonuncu 1, 2, 3, 4-lər isə alt standartın öz kodlamasıdır. Məsələn, 1.1.1 mexaniki istilik elektromanyetik hadisələrini fərqləndirir. Bu deməkdir ki, birinci məzmun xətti, fiziki hadisələr, qanunlar birinci məzmun xəttinin, ikincidə nədir? O da birdir, düzdür. 1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir. Əsas standartının birinci alt standartı. Mexaniki istilik elektromanyetik hadisələri fərqləndirir. Misal üçün, götürək 1.1.4-ü. Birinci məzmun xəttinin birinci əsas standartının dördüncü alt standartı. Aydındır. Yəni bu şəkildə demək, əsas və hər bir məzmun xətti bu şəkildə əsas və alt standartlara. Onda əsas standartı dəyişmək olmur da, onda belə. Əsas standart əsasən dəyişilməzdir. Amma zaman-zaman o da dəyişir. Əsasən dəyişilməzdir, zaman-zaman dəyişir. İndi onu da göstərəcəm sizə. Alt standart isə daim dəyişir. Baxın alt standartın kodlarına. 1, 2, 3, 4. Əsas standart bilirsiniz nə zaman dəyişir? Əsas standart o zaman dəyişir ki, artıq burada olan mövzu, məzmun mənimsədilib bitibdir. Yəni bununla bağlı olan hər bir şey bitibsə, ikinci əsas standart varsa ora keçdik. Misal üçün, 6-cı sinifin birinci məzmun xəttində cəmi bir əsas standart var. Görürsünüz? İkincisi yoxdur. Amma ikinci məzmun xəttində 2 nöqtə, maddə və sahə qarşılıqlı təsir əlaqəli sistemdir. Burada baxın, 2-1-də var. Yəni ikinci məzmun xəttin birinci əsas standartı, 2 kodlama əsas standart, 3 kodlama alt standart. Bir də baxın 2.2 var, görürsünüz? Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsir mənimsədiyini nümayiş etdirir. Demək, ikinci məzmun xəttinizin, 6-cı sinif üçün ikinci məzmun xəttinizin 2 dənə əsas standartı var, 2-1 və 2-2. Sonra, üçüncü məzmun xəttinizin 3-1 var, 3-2 var. 2 dənə əsas standartı var. Görürsünüz? 2 dənə əsas standartı var. 7-ci sinifdə də birinci məzmun xətti 1, o birisində 2, görək dəyişiklik var, 3 yoxdur. 2-1, 2-2, 3-1, 3-2, 9'da da eyni, 3-2, 2-2, 3-2, 11-ci sinifdə də. Demək olar ki, axıra qədər belə gedir. Eyni gedir. 2-2, 3-2, eyni gedir.
Sonra bayaq ki dedisən dəyişmək məsələsi. Bu inteqrasiyadır. Bunu keçək. Məzmun xəttlərinin dəyişməsinə bax. İndi məzmun standartlarına baxaq. Yox, bu şərhidir. Bircə dəqiqə dəyişməsinə baxaq. Burada yox, digər fənlərdə göstərərəm mən sizə. Və yaxud mövcud nümunələrdə göstərəcəm indi birazdan. Demək, məzmun xətti, əsas və alt standartlar aydın oldu. Kimə qaranlıq qaldı? Aydındır müəllimə. Demək, alt standartında tərifi nədir? Məzmun xətti nədir? Məzmun xəttində tərifi var, digərlərində var. Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrini, hansı ki, bayaq təlim nəticələrinə baxdıqda ümumi, yəni şagird nəyə qadir olmalıdır? Onları reallaşdırmaq üçün təbii ki, məzmun xəttləri olmalıdır. Demək, fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Müəyyən olunmuş məzmun fizikadırsa, fizikanın təlim nəticələrdirsə, onun zəruri hissəsi bir məzmun xətti budur, biri o birisidir, biri də o birisi deyək ki, bayaq qeyd etdiklərimiz. Əsas standart nədir? Əsas standart məzmun xəttlərini reallaşdırmaq üçün, yəni konkret olaraq müəyyən olunmuş standartlardır. Alt standart da şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Və sinif və fənlər üzrə demək, qiymətləndirmənin aparılmasını təmin edir. Ümumiyyətlə, standartlar qiymətləndirmənin aparılmasını təmin edir. Bura qədər dediklərimizlə bağlı suallarınız var, qaranlıq qalan məqam var kiməsə. Yox, tamam. O zaman davam edək. Yorulmamısınız? Necədir vəziyyət? Yaxşıdır? İnformasiyanı qəbul etmə vəziyyətimiz necədir, yoldaşlar? Yaxşıdır, müəllimə. Tamam, çox gözəl. Demək, o zaman inteqrasiya ilə davam edirik və bu hissədə çox diqqətli olmanızı xahiş edəcəm. Çünki bununla bağlı biraz fərqli suallarda çıxır bəzən qarşımıza. Yəni, indi biz məzmun tam mənimsədikdən sonra o suallar, yəni, belə deyək də bizim üçün heç bir çətinliyi qalmayacaq. Bir dəqiqə mən bir stəkan su götürüm. Davam edək. Demək, inteqrasiya bayaqları yenə də biz kurikulum prinsiplərində vurguladıq. Dedik ki, fənlərin bir-biri ilə və yaxud da həyatla qarşılıqlı əlaqəsidir. Təlimdə inteqrativliyi təmin edir inteqrasiya və alt standart müəllimə dərsində 2 və daha çox fənnin məzunu və ya konsepsiyasını birləşdirməyə, eyni mövzunu əvvəlki siniflərdə əlaqələndirməyə və ya öyrənilən mövzunu həyatla əlaqələndirməyə imkan verir. Hansı ki, biz bayaq prinsiplərdə bu məsələ ilə bağlı vurguladıq. İnteqrasiya 3 istiqamətdədir. Fən daxili, fənn üstü və fənlər arası. Fən daxili inteqrasiya nədir? Baxın, zaten adından bəllidir. Fənnin yanı öz daxilində. Başqa fənnə keçid etmədən. Məsələn, tutalım ki,
deyək ki, götürək biologiyanı, eləmi? Biologiyadan bir məzmun xəttinin digər məzmun xətti ilə əlaqəsi. Və yaxud da gəlin bu dəfə də kimyadan danışaq. Kimya müəllimi varmı aramızda? Varmı kimya müəllimi burada? Yoxdur. Biologiya var amma, eləmi? Biologiya var? Bəli? Mən biologiyadır. Hə, biologiya var. O zaman kimya yoxsa kimyanın heç nümunəsinə baxmayaq. Biologiya var, fizika var. Bəli, fizika var. Fizika var, biologiya var, informatika var, yeganə müəllimə, eləmi? Başqa nə var? Mən də informatikaya müəlliməm. Tamam. Demək, o zaman bir dəfə də baxaq informatikaya. Bir dillənin, deyin bizdən də bir nümunədir də. Demək, informasiya və informasiya prosesləri. Sonra formallaşdırma, modelləşdirmə, algoritmləşmə və proqramlaşdırma. Məsələn, tutalım ki, və yaxud da cəmiyyətin informasiyalaşdırılması. Deyək ki, siz informasiya və informasiya prosesləri bu məzmun xəttindən bir mövzu keçirsiniz. Və bunu da gətirib əlaqələndirirsiniz algoritm və yaxud da proqramlaşdırma ilə. Baxın, öz fənninizdən öz fənninizə fən daxili inteqrasiya oldu bu. Aydındırmı? Bu oldu fən daxili inteqrasiya. Öz fənninizdən çıxmadınız. Gedib fizika ilə, riyaziyyatla demək, hər hansısa bir inteqrasiyanı etmədiniz. Yox, əgər, misal üçün, tam 4-cü məzmun xəttindən cəmiyyətin informasiyalaşdırmasından bir mövzu keçirsiniz və bunu da gətirdiniz cəmiyyətin informasiyalaşdırılması, bunu da əlaqələndirdiniz biologiyanın insan və onun sağlamlığı məzmun xətti ilə. Kompüterin arxasında çox oturmaq, kompüterdən çox istifadə etməklə əlaqələndirdiniz, nə bilim, gözlər üçün yorucu olması, onurğa sütununda baş verən problemlər, onurğa sütunun əyilməsi və s. və s. Əlaqələndirirsiniz də informatiklər, düzdürmü? Və yaxud da deyək ki, bioloqlar göz mövzusunu keçəndə, gözün quruluşunu keçəndə telefon və mobil tətbiqlər, mobil deyək, istifadə qurğuları ilə, kompüterlə, planşetlə və s. əlaqələndirirsiniz ki, gözdə quruluğun yaranması, davamlı bir göz izləyib baxmaq, uşaqların oyun oynamaları, iqra və s. zərəri. Düzdür, siz də nə etdiniz? İnteqrasiya etdiniz informatika fənninə. Məsələn, biologiyanın özü də, əgər birinci məzmun xəttinə canlıların quruluşu və müxtəlifliyi ilə bağlı bir mövzu keçirsə və onu gətirib əlaqələndirir canlılar və ətraf mühitlə əlaqələndirirsə, bu hansı inteqrasiyadır? Fən daxili, amma üfüqi. Fən daxilidir. Bəli, üfüqi və şaquliyə də gələcəyindir. Deməli, bunlar nədir? Bu fənnin daxilində, amma bir fənni digər fənlə əlaqələndirirsə, o zaman artıq bu oldu nə? Olacaqdır fənlər arası inteqrasiya. Və yaxud da fizikanı götürək. Fizika. Hə. Maddə və sahə qarşılıqlı təhsil əlaqəsinin fizika və müasir həyat. Misal üçün, eksperimental fizika və müasir həyat. Səhv etmirəmsə, bu da kompüter texnologiyalarla əlaqəli olan mövzudur, eləmi? Bu da cəmiyyətin informasiyalaşdırılması ilə əlaqələndirdiniz informatika fənninə. Fizikada getdi informatika ilə inteqrasiya etdi və yaxud da oradan o mövzunu keçəndə gəldi burada fizika ilə inteqrasiya etdi. Bu artıq fənlər arası inteqrasiyadır. Demək, gördüyümüz kimi fənlər arası və fən daxili inteqrasiyalar mövcuddur. Misal üçün, daha sadə şəkildə izah deyim sizə. Tutalım ki, Şah İsmail Xətai. Onu necə biri olaraq tanıyırsınız? Kimdir Şah İsmail Xətai? Tarixçi. Başqa nə bilirsiniz onun haqqında? Tarixlə əlaqəli olan. Şair. Bəli. Deməli, Azərbaycan dilində, Azərbaycan dil müəllimi demək, Şah İsmail Xətainin dəhnaməsini keçəndə 5-ci sinifdə İstər-istəməz inteqrasiya olunur hara? Qızılbaşlar, sonra demək, Şah İsmail Xətainin hakimiyyəti devri, hökmranlığı, aldığı torpaqlar və s. Tarixə inteqrasiya etdimi? Tarix müəllimi də Şah İsmail Xətainin keçəndə istər-istəməz onun şair olduğunu vurğulayır və ədəbiyyata inteqrasiya edir. Aydındırmı? Müəyyən qədər o haqda. Tam tarixçi qədər danışmayacaq təbii ki, amma müəyyən qədər vurğulayırsa artıq bu inteqrasiya etmək deməkdir. Yəni, dərsi daha maraqlı edirsiniz,
dərsi daha geniş anlamda və daha əhatəli və çoxşaxəli şəkildə uşağın yadda qalmasına və başa düşməsinə səbəb olursunuz bu şəkildə. İnteqrativlik vacib və çox mühüm bir məsələdir. Məsələn, diqqət edirsinizsə, mən özüm kurikulumu necə keçirəm? Əlaqələndirmələr daha çox nə ilə olur? Hara? Aysa, mənim daha çox inteqrasiyam olur həyatla. Həyatdan məişətlə, ailə ilə, yeməklə, nə bilim, ondan, bununla inteqrasiya etməyə çalışıram ki, bu şəkildə inteqrasiyada nə baş verir? Daha yaxşı öyrənmə baş verir. Düzdürmü? Özümüzdən götürək. Bax, eləcə də kurikulum tələbi də məhz niyə bu inteqrativliyin gözlənilməsidir? Yəni, şagirdlərin daha yaxşı məzmunu anlaması və yadda saxlaması üçün. Aydındırmı? Və bir də inteqrasiya, biz dedik fən daxili dedik, fənlər üstü dedik, fən arası dedik və fən üstü. Fən üstü nədir? Mən fən daxilinə bir daha qayıdacağım, orada digər məqam var onun üzərinə. Fən üstü inteqrasiya, yəni daha ötəsi. Fən üstü dediyimiz, burada elə ki, məktəbdə öyrəndikləri, dərsliklərdə və s. öyrəndikləri deyil, əlavə olaraq həyatda özünün rast gəlib öyrəndikləri ilə birbaşa əlaqələrin qurulması. Və fənüstü inteqrasiya daha çox layihə əsaslı dərslərdə baş verir. Çünki biz orada birbaşa həyatla əlaqələr qururuq. STEM dərslərində olur fənüstü inteqrasiyalar. Yəni, bu daha ötəsidir. Burada artıq 1 deyil, 5 deyil, bəlkə də bütün fənlər burada öz əksini tapır fənüstündə. Demək, fən daxili inteqrasiyaya gəldikdə, fən daxili inteqrasiya özü iki növü var, şaquli və üfüqi. Şaquli inteqrasiya nədir? Üfüqi inteqrasiya nədir? İndi deyəcəm özünüz üçün mütləq şəkildə bir qeydlər aparın. Şaquli inteqrasiya dediyimiz alt standartların siniflər üzrə əlaqəsini əhatə edir. Üfüqi inteqrasiya isə müəyyən bir sinifdə fənnin müxtəlif məzmun xəttlərinə aid alt standartlar əsasında əlaqəni əhatə edir. Baxın, nümunə də verim. Burada da, burada da. İndi şaquliyə baxaq. Məsələn, Azərbaycan dili fənn üzrə şaquli inteqrasiya zamanı müəllim 7-ci sinifdə yazı məzmun xəttinə uyğun alt standartı reallaşdırarkən 6-cı sinif yazı məzmun xəttinin eyni alt standartını inteqrasiya etməsi mümkündür. Hətta lazımdır. Çünki bir xatırlatma da olur, bir növ geriyə qayıdış olur, refleksiya baş verir, uşaqlar daha yaxşı anlayırlar və xatırlayırlar ondan öncə keçdiklərini. Aydındır mı? Bax, bu şaquli inteqrasiyadır. Misal üçün, tutalım ki, siniflər arasında yaranan inteqrasiyada istəsəniz burada özünüz üçün qeyd edə bilərsiniz. Siniflər üzrə əlaqəni təmin edir. Yəni, əsas məzmun saxlanılmaqla. Əsas məzmun saxlanmaqla. Misal üçün, tutalım ki, orada deyək ki, dənli bitkiləri keçmişsiniz 6-cı sinifdə. 7-ci sinifdə bunu biraz da dərinləşdirirsiniz, dənli bitkiləri. Və siz o zaman bir növ qayıdış edirsiniz. Deyil, uşaqlar, yadınızda da 6-cı sinifdə biz dənli bitkiləri keçmişik, hansı dənli bitkiləri keçmişik, filan. Aha, indi onlara filan bitkiləri də əlavə edəcəyik və bugün daha dərin öyrənəcəyik. Dənli bitkilərin əsas vətənini tanıyacaq bugün, onun necə becərilməsinə baxacaq, nə bilim, onun inkişaf şkalasını izləyəcəyik. Getdikcə dərinləşir də bu, düzdür mü? Amma siz dənli bitki haqqında müəyyən informasiyanı deyək ki, vermişdiniz, müəyyən qədər bilikləri var. Siz o zaman nə etdiniz? Burada da dənli bitkidən danışırsınız, orada da dənli bitkidən danışırsınız. Heç nə dəyişmədi. Əsas məzmun saxlanıldı, amma getdikcə dərinləşdi və siniflər arasında əlaqəni təmin etdiniz. Siniflər arasında inteqrasiya qurdunuz. Bu, amma yenə də dənli bitki və dənli bitki. Fən daxilidir bu, düzdür. Fənin içərisində qaldınız da, biologiyadan kənara çıxmadınız. Fən daxilidir, fən daxilinin şaqulisidir. Ona görə şaqulidir ki, eyni məzmundan söhbət gedir, sadəcə məzmun getdikcə dərinləşir ki, həmçinin siniflər arasında əlaqəni də siz burada təmin edirsiniz. Üfüqi inteqrasiya nədir? Şaquli idi, hə, müəllimə? Bəli. Üfüqi inteqrasiya nədir? Müəyyən bir sinifdə fənnin müxtəlif məzmun xəttlərinə aid standartlar, alt standartlar arasında əlaqəni təmin edir. Məsələn, 7-ci sinif Azərbaycan dil fənninin müəllim oxu məzmun xəttinin alt standartla eyni sinif daxilində dil qaydaları məzmun xəttinin alt standartları arasında əlaqə qurur. Misal üçün, tutan deyir ki, uşaqlar, oxu dərsidir elə bil. Oxu dərsində deyirsiniz ki, uşaqlar, məzmunu oxuyun, məzmunun əsas ideyasını üzrə çıxarın və yaxud məzmunu təhlil edirsiniz, müzakirə edirsiniz. Sonra deyirsiniz ki, hə, indi oxuduğumuz məzmunda qara karandaşı əlinizə alın, ad bildirən sözlərin altından bir xətt, əlamət bildirən sözlərin altından 2 xətt çəkin. Oxu dərsi də halbuki. Oxu dərsində siz nəyə etdiniz? İnteqrasiya etdinizmi? Etdiniz.
Harda çıxdınız Azərbaycan dilinin oxunun içərisindən? Çıxmadıq ki. Fənnin öz daxilindəyik. Fənn daxili inteqrasiyadır. Amma fənnin daxilində nə ilə nə arasında inteqrasiya etdik? Oxu ilə dil qaydaları arasında. Məzmun xəttlər arasında. Demək, şaquli inteqrasiya siniflər arasında inteqrasiyadır. Eyni məzmun xətti, eyni məzmun. Üfüqi inteqrasiya fənn daxilinin içindədir. Bu da fənn daxili inteqrasiyadır. Üfüqi inteqrasiyadır. Amma məzmun xəttlər arasındadır. Məsələn, tutalım ki, deyək ki, biologiyadan canlıların quruluşu və müxtəlifliyi. Canlıların quruluşu və müxtəlifliyini keçirsiniz. Canlıların quruluşu və müxtəlifliyini keçərkən insanın deyək ki, quruluşunu keçirsiniz. Var da sizdə belə bir dərs, düzdür? Var mı? Var. İnsanın quruluşunu keçirsiniz. Kesinlikle nəfis orqanı, amma bununla bərabər onun xəstəliklərini bəli. Oradan da gəlirsiniz hara? İnsanın daxili orqanlarını keçirsiniz, quruluşunu keçirsiniz, daxili orqanlar. İnsan bunun sağlamlığı məqamına da toxunursunuz. Misal üçün, orada siqaret çəkməyin zərərlərindən, qaraciyarı sıradan çıxarmasından və yaxud da, nə bilim, yəni çox şeydən danışırsınız orada. Düzdür? Və yaxud da bioloji proseslərdən danışırsınız. Bioloji prosesləri canlılar və ətraf mühitlə əlaqələndirirsiniz. Və yaxud da insan bunun sağlamlığından danışırsınız və ətraf mühitlə də əlaqələndirirsiniz. Ekoloji tarazlığın pozulması, ekologiyanın pozulması insanın sağlamlığına təsirini də vurğuluyorsunuz. Nələr arasında oldu burada inteqrasiya? Fənn daxilidir, fəndən çıxmamışıq. Baxın, elə biologiyanın içərisindədir xətlərimiz. Fənn daxili, hansı oldu bu? Üfüqüdür, şaqulidir. Demək, fənnin daxilində olan və məzmun xəttlər arasında inteqrasiya varsa, bu üfüq inteqrasiyadır. Siniflər arasında inteqrasiya varsa, şaqulidir. İstəsəz özünüz üçün bu alt tərəfdə qeydlər apara bilərsiniz. Bəli. Bizə burada sertifikasiyada öz fənnimizdə fizikadan düşəcək, fənn daxilidir, fənnlər arasıdır, yoxsa başqa coğrafiyadan düşəcək belə? Baxın, sizə belə bir sual düşəcək, tutalım ki, fizikasıdır, eləmi? Bəli. Deyək ki, belə bir situasiya çıxdı qarşınıza. Deyir ki, müəllim, məsələn, gəlin fizikanın üzərinə. Tam belə bir situasiya verir. Deyir müəllim, 6-cı sinifdə fizikada mexaniki istilik elektromaqnit hadisələrini izah edir. Mexaniki istilik elektromaqnit hadisələrini izah edir. Və bu zaman materiya ilə bağlı mövzuya da toxunur. Bilmirəm, onun onunla əlaqəsi var, yoxsa yox. Siz bilirsiniz, fizik olaraq varmı əlaqəsi? Mexaniki istilik elektromahsələri materiyanın atoma əlaqəsi varmı? Əlaqələndirmək olurmu? Yox. Aqreqat halı ilə əlaqələndirmək olur. Mexaniki istilik elektromaqnit. Müəllim 6-cı sinifdə mexanika istilik elektromaqnit hadisələrini keçərkən maddənin quruluşuna və aqreqat halları mövzusuna da toxunur. Nə baş verdi? Maddənin quruluşu, aqreqat halları hardadır? İkinci məzmun xəttində. Bəli, fənnin öz daxili. Fizikadan fizika elədi. Fizikadan fizika elədi. Amma bu məzmun xəttindən, birinci məzmun xəttindən, ikinciyə elədi. İkinciyə. Müəllim, elə bir üfüqü oldu, sinifdən sinifə keçmədi ki. Sinifdən sinifə keçmədi. Bir də var. Deyir ki, müəllim, getdik 7-ci sinifə. Müəllim, mexaniki hadisələr və onların baş vermə səbəblərini 7-ci sinifdə şərh edərkən 6-cı sinifdə mexaniki istilik elektromaqnit hadisələrini necə fərqləndirmələrini uşaqlara xatırlatdı. Siniflər arasında, bu siniflər arasında baş verdi.
Siniflər. Amma siniflər arasında gördünüz, mən siniflər arasında gedib mən başqa demək məzmun xəttinə keçmədim. Siniflər arasında eyni məzmun xəttlər arasında baş verdi proses gördüyünüz kimi. Aydındır? Siniflər arasında baş verən demək inteqrasiya var və bir də məzmun xəttlər eyni ilin içərisində, elə 6-cı sinifdə. Daha 7 ilə əlaqələndirmirəm, 8 ilə əlaqələndirmirəm. 6 ilə 7-ni, 7 ilə 8-i, 8 ilə 9-u əlaqələndirirəmsə, bu siniflər arasındadır. Siniflər arasında? Yox, elə 6-cı sinifdə fiziki hadisələr, qanun uyğunluqlar, qanunlarla maddə və sahə, qarşılıqlı təsir əlaqəli sistemləri əlaqələndirirəmsə, bu məzmun xəttlər arasındadır. Eyni sinifin içərisində məzmun xəttlər arasındadır. Aydındırmı? Eyni sinifin içərisində məzmun xəttlər arasında. Deməli, o baxımdan da fəndaxil inteqrasiya ikiyə ayrılır, şaquli və üfüqi. Şaquli dediyimiz siniflər arasında olan inteqrasiyadır. Üfüqi dediyimiz isə məzmun xəttlər arasında olan inteqrasiyadır. İstəsəz özünüz üçün kitabın kənarında qeydlər aparın. Aydındır? Bəli, müəllimə, aydındır. Şaquli siniflər üzrə, üfüqi məzmun xəttlər üzrə. Belə deyim də, necə bunu yadda saxlaya bilərsiniz? Ş hərfinin quyruğunu götürsək, elə S olur, eləmi? Ş, S. Səslənməsi yaxındır, düzdür? Şaquli dedikdə həmişə sinifləri yadda saxlayın. Ş, S siniflər üzrə. Üfüqi dedikdə məzmun xəttləri üzrə. Yadda qaldım belə. Müəllimə, mən bir misal deyim. Məsəl üçün deyirəm ki, müəllim 7-ci sinifdə Newton qanunlarını keçərkən 7-ci sinifdə məsələn çevrə üzrə hərəkətindən əlaqələndirir. 7-nin öz içərisində bir məzmun xətti ilə o birisini. Bu nə oldu? Məzmun xətti. Elə bil fəndaxili. Ay, sağ ol, fəndaxili və üfüqi. Bax, mən bayaqları sizə dediyim nümunədə də ki, müəllim bugün bu dərsi keçəndə ona da toxundunuz və sual yarandı. Deyir ki, aşağıda göstərilən situasiyada müəllim hansı inteqrasiyadan istifadə etdi? Orada siz artıq seçimlər edəcəksiniz. Fəndaxili, üfüqi, fəndaxili, şaquli. Belə deyə bilərəm. Müəllim ümumdünya cazibə 7-ci sinifdə ümumdünya cazibə qanunu keçərkən, məsələn 8-ci sinifdə klon qanunu keçərkən 7-ci sinifdəki ümumdünya cazibə qanununa əlaqələndirir. Ay, sağ, bu hansı oldu? Bu oldu fəndaxili, şaquli. Ay, sağ, siniflər arasında. Siniflər arasında. Bəli, sinifdən sinifə. Və yaxud da deyir ki, müəllim nə idi, başına alma düşən hansı qanunuydu? Newton cazibə qanunu. Newton cazibə qanunu keçərkən, misal üçün, biologiyadan alma meyvəsi haqqında danışdı. Misal üçün deyirəm, ha? Nədir bu? Bu oldu fənlər arası şaquli. Yox, fənlər arasının şaqulisi, üfüqisi, müfüqisi yoxdur. Üfüqi, şaquli bircə dənə fən daxilindədir, qutardı, getdi. Aha, başa düşdüm, fənlər arası. Fənlər arası ilə fənlər arasıdır, onun qolları yoxdur. Fənnin üstü ilə fənnin üstüdür, qolları yoxdur. Bizə dənə 2 qolu olan fən daxilidir. Fənnin öz daxilində, üfüqi və şaquli. Vəssalam. Aydındır. Baxın, bax, burada sxeminiz var. Baxın, inteqrasiya. Gördünüz? Fən daxili, fənnin üstü, fənlər arası. Bax, göz bunların heç bir qolu yoxdur. Bir dənə fən daxilin üfüqi və şaqulidir. Fənnin daxilində baş verən proses ya üfüqidir, ya şaqulidir. Aydındır mı? Bəli. Bu birisində isə fənn üstü və fənlər arası, bunlar da ayrı-ayrı inteqrasiya növləridir və bunların heç bir qolları yoxdur. Fənn üstü həyatla əlaqələndirilir. Həyatla daha çox layihə əsasıdır. Misal üçün, deyir ki, tutalım, müəllim şagirdlərə, misal üçün, tutalım ki, bir bölmə deyək də, nə bölməsi? Sürünənlər bölməsini keçəcək. Və o bu bölmənin başlanğıcından sinifə girərkən şagirdlərə elan etdi ki, bu dərsi layihə dərs şəklində həyata keçirəcəklər. Və şagirdlər komandalara ayrılaraq plan qurdular və hər komandanın plana uyğun şəkildə tapşırıqları müəyyənləşdirildi. Müəllim bu situasiyada hansı inteqrasiyadan istifadə edəcək? Layihə dərs sözü gördünüzmü? Qutardı, getdi. Fənn üstü. Çünki orada bir ay davam edəcək o dərs. Bir ay layihə dərs keçirəcək. Misal üçün tutalım ki, 2 həftə, nə bilim 3 həftə. Orada hər şey olacaq, hər şey. Ona görə fənn üstü deyirik ki, orada yəni hər şey var.
Aydındırmı? Həyatla da əlaqə. Siz onları ekskursiyada aparacaqsınız. Siz onlarla çəkilişlərə gedəcəksiniz. Nədənsə nümunələr götürəcəksiniz. Laboratoriyalara gedəcəksiniz. Elmi işçilərlə tutalım ola bilsin görüşəcəksiniz. Ekologiya Təbii Sərvətlər Nazirliyinə nümayəndələrlə görüş keçirəcək. Misal üçün deyirəm ha. Aydın artıq burada çox şaxələndi. Çox zavoda, fabriklərə gedəcəksiniz. Bəli, layihə varsa fənn üstü. Gözünüzü yumun, fənn üstünü götürün. Layihə varsa, sistemlə danışırsa fənn üstüdür. Tutardı getdi. Bu hissədə aydın oldu inteqrasiya məsələsi. Aydın oldu mu? Demək, sonra burada nümunələr verilibdir. Nümunələrə istəsəniz zamanınız olsa bir baxarsınız. Demək, Azərbaycan Respublikasının ümumi təhsilinin dövlət standartları. Mən fikrimdə təxmin tutmuşdum ki, bunu da yekunlaşdıracaq. Bu, artıq düşünürəm qalsın, çünki beyninizi çox üst-üstə yükləyəcəm, hər şey birliklərinizdə qarışacaq. Bunu saxlayırıq bazar günü. Yaxşımı? Çünki burada suallara düşəcək vacib məqamlar var ki, siz onları bilməlisiniz. Deməli, ona görə də bugünkü bizim testdən hansı mövzularımız olacaq? Biraz test vaxtımız aldı, ona görə buna vaxt çatmadı. Heç nə olmaz, bazar gününə də işimiz azalmış oldu. Deməli, yoldaşlar, siz yazacaqsınız nəyi? 1-1-3 deyiləm, fən kurikuluna aid əsas terminlərin təsviri. Bəli, 1-1-3. Fən kurikuluna aid əsas terminlərin təsviri, bu mövzunu yazırsınız. Səhifə 15-dən 20-yə qədər. Cəm 5 səhifədir. Səhifə 15-dən 20-yə qədər testlərimizi də işləyirik. Bazar gününə tam hazır olacaq. Cəmi 45 demək sualdır. Çox asandır, sadədir. Əminəm ki, sevə-sevə və rahatlıqla işləyəcəksiniz. Müəllimə, kitabdan hara qədər oxuyarıq? Səhifələr yazarsınız, zəhmət olmasın. Kitabdan oxumağa ehtiyac varsa oxuyun. Ehtiyac yoxdursa artıq burada öyrənmişsinizsə, düşünürəm ehtiyac olmayacaq öyrənməyə. Səhifə 15-ə qədər. 1-1-4-ə qədər. Səhifə, yəni 14 də daxil olmaqla. Səhifə 14-ə qədər sizin mövzudur. Səhifə 20-yə qədər testi mən indi yazıram və çəkilişi də indi dayandırıb